Hər birinizi salamlayıram əziz dostlar, xoş görüşdük. Bilirsiniz ki, son zamanlar Amerika-İran arasında, İsrail arasında baş verən hərbi münaqişələrdən sonra Bütöv Azərbaycan Ocaqları davamlı olaraq çalışır, orada baş verən hadisələri işıqlandırsın, müzakirələr açır, diskussiyalar təşkil edir və orada baş verən prosesləri cəmiyyətə daha aydın çatdırmağa çalışır. Heç şübhəsiz ki, bizim burada milli maraqlarımız var. Məhz ona görə də Bütöv Azərbaycan Ocaqları bu məsələlərdə çox aktiv oldu. Maraqlarımız ondan ibarətdir ki, İran adlanan coğrafiyada 40 milyon türk yaşayır, soydaşlarımız yaşayır və İranın gələcək taleyi onların gələcək taleyi deməkdir. Ona görə də biz Bütöv Azərbaycan Ocaqları olaraq yarandığımız bu günə kimi 15 il ərzində necə ki, davamlı şəkildə Güneyli soydaşlarımızın hüquqlarını, haqlarını, siyasi maraqlarını necə müdafiə etmişiksə, necə təbliğ etmişiksə, yenə də bu dönəmdə, bu müharibə dönəmində bu məsələlərdə çalışdıq, geridə qalmayaq. Gücümüz və imkanlarımız daxilində orada baş verən hadisələri analiz edib, burada Azərbaycanda soydaşlarımıza çatdırmağa çalışdıq. Və bu proseslər boyu təbii ki, Azərbaycan cəmiyyətində də bizi narahat edən çox böyük proseslər oldu, narahatçılıqlar oldu. Cəmiyyətimiz gözləmədiyimiz şəkildə parçalandı. Bəzən gözləmədiyimiz insanlar bir mənalı şəkildə İran adlanan dövləti müdafiə etməyə başladı müxtəlif bəhanələr altında. Heç şübhəsiz ki, bu da bizim milli maraqlarımıza uyğun deyildir və bu məsələlərdə də biz öz mövqeyimizi bildirdik. Və bütün bu proseslər boyu bizim Bütöv Azərbaycan Ocaqları olaraq demək olar ki, hər kəsin çıxışlarını izlədik. Yəni Azərbaycan siyasi ictimai həyatında siyasilərin, partiya sədrlərinin hər kəsi diqqətlə izlədik. Mövqeləri bir daha aydınlaşdırdıq ki, kim hansı mövqedədir və məsələlərə necə yanaşır. Eyni zamanda bugün bizim qonağımız olan hörmətli professorumuz Nəsib bəy Nəsibbəyinin də fikirlərini izlədik və tamamilə demək olar ki, Bütöv Azərbaycan Ocaqları ilə Nəsib bəyin fikirləri Azərbaycanın güneyinə, İrana yönəldi. Məsələlərdə demək olar ki, üst-üstə düşdü və ona görə də çox şadıq ki, bugün bir daha Nəsib bəylə bir yerdəyik, müzakirələrimizi davam elətdirək və eyni zamanda burada oturan dostların da çoxu şahidi olub. Bütöv Azərbaycan Ocaqları ilkin yaranan gündən Nəsib bəy Günas TV-də də işləyən dövrə düşmüşdü. Bütöv Azərbaycan Ocaqlarının saytımızın hətta təbliğində çox böyük işlər gördü o zaman. Bizi də dəfələrlə efirə çıxartdı. Ona bir daha təşəkkür eləyək, xoş gəldin deyək və müzakirələrimizi başlayaq. Təşəkkürlər, söz sizindir Nəsib bəy, buyurun. Zahir Bey, mən təşəkkür edirəm. Dəvətiniz üçün çox sağ olun. Bu həqiqətən o qədər önəmli mövzudur ki, hər yanda müzakirə olunur. Ailədə müzakirə olunur, televiziyada müzakirə olunur, partiyalarda, qruplarda, bilməm. Çünki bəziləri hiss eləmir, amma ən azından təhtəl şuur, şuuraltı bu bizim tale məsələmizdir. Yəni İran deyilən o İran İslam Cumhuriyyəti bizim sıradan qonşumuz deyil. Bunu min dəfə demişik. İndi siz də dediniz, orada bizim bir vətənimizin böyük bir hissəsi var, millətimizin böyük bir hissəsi var. Baxmayaraq ki, oyunki o toplantıda da mən dedim, Azərbaycan bu savaşın tərəfi deyil. Yəni bir tərəfdə İran İslam Cumhuriyyətindəki o rejimdir, o bir tərəfdə Amerikadır və İsraildir. İndi onun dairəsi biraz da genişlənə bilər, bu ayrı bir mövzudur. Amma buna baxmayaraq, tərəf olmamamıza baxmayaraq bu bizim tali məsələmizdir. Gözümüzün qabağında çox böyük bir proseslər gedir. Yəni sıradan bir konflikt deyirlər ikidə bir, münaqişə deyirlər filan, savaş da deyə bilərik şübhəsiz. Və bizim bu yaxın gələcəyimizə mütləq təsir edəcək. Nədir? Niyə təsir edəcək? Ona keçək. Baxın, bu 12 günlük müharibə keçən il yadımızdadır. 40 ya da bəziləri 39 deyir, 39 günlükdə o müharibə və İranın nə günə düşdüyü də bilinən bir məsələdir. Yəni İran dağıdıldı. Bir. Trump'ın sözü olmasın, donanmasını dağıttılar və hərbi hava güclərini çox böyük etibarla, yəni 70-80% dağıttılar. Havadan müdafiə sistemini dağıttılar.
Ben o gün danışırdım, hərdən bir bizim dostlarımızla imkan tapırlar danışmaq. Deyir ki, sənin gördüyün İran yoxdur. Ha. Elə bərbad günə qoyublar ki, sənin gördüyün İran yoxdur. Deyirəm, niyə İran qaçdı? Deyir, yox deyir. Bir ərzaq mağazaları işləyir. Qalan əksər şeylər bu nədir? Bu dükanlar filanlar bağlıdır. Özü də yoxdur. Tehranda yox idi. Deməyim partiyada. Şəhəri tərk edən çox əhali var. İndi bugünkü vəziyyət nədir? Bugün nə savaşdır, nə də doğru dürüst bir bu danışıqlar gedir. Trump da oradan ikidə bir ultimatum verir, sonuncu gün deyir, filan deyir. Və o gün mən dedim, vallahi İranın bəxti gətirib ki, Trump kimi qeyri-ciddi bir adam Amerikan prezidenti olur. O qeyri-ciddi bəyanatların arxasında Amerika Birləşmiş Ştatlarının dövlət siyasəti var. Yəni nədir o? Bu deyir ki, bu gün sabah iş bitəcək, amma bir ucda Amerikan hərbi gücləri orada toplayır. Niyə? Bu adam ona görə eləyir ki, bu birjaya təsir etsin. Ona görə eləyir ki, neft qiymətlərinə təsir etsin. Yəni, biraz insanları rahatlatsın və üstəgəl Amerikada qiymətlər də 50-60% qalxıb. O da onun reytinginə təsir edir. Amerikan xalqı çox egoist bir xalqdır. Mənim gördüyüm, 2 dəfə orada mən yaşadım. Bir balaca cibinə təsir edən bir şey olsa deyir ki, yox, o hökumət getməlidir. Və neftin o daxildən, daxili satış qiymətlərdə, pərakəndə deyirik də biz, o qalxması bu Trump'ın reytinginə də təsir edir. Və o 2də 1 bax bu cür rahatlatıcı bəyanatlar verir. Bu tərəfdən də üçüncü mü deyək? Üçüncü dalga savaşa hazırlıq gedir. Elə mi? Bir də bunun yanında bir şey de deyim. Lütfen bunu da altını çizək. Hörmüz boğazının qapalı qalması, bağlı qalması Amerikaya xeyir edir. Niyə xeyir edir? Çünki baxın, Trump Pekinə gedəndə onun nəticələri barədə danışanda dedilər ki, Trump təklif edib ki, buradan ala bilmirsiniz, gəlin Amerikadan. Alırlar. Və Amerikadan da alırlar, Venezuela'dan da alırlar. Və Amerika həqiqətən də bu enerji bazarında hegemon gücə çevirir. Ona görə deyir ki, qoy biraz da qalsın. Üstəgəl, İran daxilindəki vəziyyətlə bağlı, yəni İran limanlarının o qapalı saxlanılması, iki tərəfli embargoda İran və Amerikanın. Bu da İranda o hərarətin artmasına təsir edir. Amma dediyim kimi Trump niyə tələsmir? Bir tərəfdən tələsir ki, o Amerika bu daxili bazarda qiymətlər onu qane eləyən qiymətlər deyil, artır da qiymət. 60% artmaq nə deməkdir? 5% artanda belə mən orada şahidi idim də. Əhali protest edir, deyinirdi, eləyirdi, niyə bir qalon benzin 5% artıb, indi 60% artır. Amma strateji baxımdan vətəndaş onu qiymətləndirməyə bilər. Vətəndaşın heç vecinə deyil. Amma strateji baxımdan hələlik ki, bu Amerika Birləşmiş Ştatları bir şeylərə nail olub. Dediyim şeylər, İran zəifliyib, rejim zəifliyib. İranın özü kül halında zəifliyib. Əks tərəf əlbəttə deyir ki, biz qalibik. Amma biraz İranı tanıyan adam bilməlidir. İrandakı rejim o qədər yalancıdır, o qədər hoqqabazdır ki, ən ağır məğlubiyyətini belə çevirir, eləyir, deyir ki, məni öldürmədilərsə mən qalibəm. Necə yəni, məmləkətini xaraba vəziyyətə salıblar. Bunlar deyir ki, biz qalibik. İran daxilindəki vəziyyəti azdan çoxdan bilirik də. İki tərəflik var, əvvəldən də var idi. Deyirlər, indi yaranıb, yox, indi yaranmıyor. Bu yumşaq və sərt siyasət tərəfdarları bəlli bir məsələdə 30 ildir, 40 ildir, elə olur. Ondan İran oynayırdı. Xamneynin vaxtında ondan oynayırdı. Qərblə oynayırdı. Deyirdi ki, bu tərəf də var, yəni ümid də verirdi. Amma indi çox
şiddetli bir şekilde alır. Bizim o dostumuzun da dediği, dünən ya sıraya geldi. Danışdım. Deyir ki, yiyirlər bir-birlərini. Cəmiyyət daxilində də rejimin reytingi çox düşüb aşağı. Baxmayın küçədə, əlbəttə ki, 90 milyonluq bir ölkədə, əlbəttə ki, hətta Afrikada ən eybəcər rejimlər belə, adam yeyən rejimlərin belə bir 10-15% bazası olur da. Bunun məmuru var, bunun ordusu var, polisi var, planı var, maaş verdiyi adamları var və onları küçəyə çıxarda bilirlər. Amma İrandakı daxili vəziyyət çox gərgin. Mənim düşüncəmə görə indi necə olacaq? Məncə bir dəfədə bir seans mı deyək, bir dalga mı deyək, Amerika vurmağa çalışır, vuracaq. İsraillə ona görə münasibətləri də biraz gərginləşir. Deyir daha bu yarımçıq saxlamayın da. O 15 min dedilər, sonra 20 minə çıxartdılar İsraillə bir yerdə. Hədəfi vurmuşdular. Burada ən adi kələntəri deyirlər də, bu polis idarəsi. Bizdə yoxdur o polis. 13-cü, 23-cü polis bölməsi filan kələntəri deyirlər. Onu belə vurublar. İndi olan qalan o güc strukturları dediyimiz o dövlət orqanları nədirsə, onları da vuracaq. Bir dalga da belə gedəcək. Amma onunla rejimi dəyişdirmək mümkün deyil. Bunu mən bir verilişimdə izah etməyə çalışdım. Bu Aygün xanımın verilişində. Hələ savaşın ilk günləri. Aygün xanım da belə dirənib, baskı yapır da, deyir rejim dəyişəcək. Deyirəm axı bu nədir? Hərbi hava gücləri rejimi dəyişdirə bilməz. Necə dəyişdirsin? Gərək hamısını bir qırasan, o da mümkün deyil də. Və elə də oldu. Rejim dəyişmir. Rejim zəifləyir. Rejim qəddarlaşır. Bugün də yenə də davam edir. Bu həngamədə bu edam məsələləri davam edir. Sadəcə küçədə avtomatla gəzirlər. Hətta xaricilər filanlar da var. O nədir o Mixail? Biz bir yerdə oxumuşuq. O bizdən yaşlı idi. Şaşnası institutunda. 80-ci illərin əvvəllərində. Neydi adamın adı Mixail? Burak kimdir? Nədir? O da deyir ki, Pakistandan, Əfqanistandan və İraqdan şübhəsiz bu Əşt-Şabidən filandan, Zeynəbiyyun filan qüvvələrindən gətiriblər və küçədə dolaşanlar da olardı deyir. Əllərində o saat, o makinalı avtomat, tüfəng dolanırlar, əslində qorxurlar. Yəni içəridə bir etiraz dalğası filanı olsun. O tezisi davam elətdirin də onda. Üçüncü dalğa mənim düşündüyümə görə olacaq, yenə vuracaqlar. Yenə də əks tərəf deyəcək ki, bu İran deyəcək ki, bax gördünüzmü gənə də biz ayaqdayıq, biz qalibik. İsrail başlayacaq onun o məmurlar, yüksək rütbəli məmurlarına yenə sui-qəsd düzənləməyə və davam edəcək. Baxın, əgər Amerika strategiyasında bu rejimi xalqınla üz-üzə qoymaq imkanı olsaydı, yəni elə bir iki avtomata qoyursan da, bağladın mı boğazı? İndi daxildən artıq yetişməsinə qoysun, məncə bu da çox ağlabatan bir məsələdir. Çünki baxın, bu Vahidi yazılır, amma Vəhididir. O Əhməd Vəhidi. İndi o Sepahın başında duran adam da, generallardan təpədə duran bir. O Vəhidi elə gizlənir ki, necə vursun? Hardan bilsinlər? Və yaxud da bu Müştəba. Belə bu pat vəziyyətində bəlkə qalır.
Amma niyə dedim ki, Azərbaycan üçün mənim düşüncəmə görə taley yüklü bir məsələdir. Nə 1900 əvvələ heç getməyək. 28 fevral vəziyyətinə İran dönə bilməz artıq. Mümkün deyil. Sərtləşə də bilər. Deyək ki, o küçədə olan o post filan qruplara, onlar daha qəddar hərəkət edə bilər, amma daha mümkün deyil. Ən azından xaricdə olanlar demirəm, elə daxildə də hərdən bir o imkanımız olur. Bu qırılma xəttini artıq keçib İran. Azərbaycan necə buna hazır olmalıdır? Dedi ki, bizim talih məsələmizdir. Valla Zahir bəy, əziz dostlar, bu Azərbaycanın nə qədər İran yanlısı var imiş? Və burada mən indi rahat danışa bilərəm də. Nə qədər dinçisi var imiş, nə qədər farsçısı var imiş, İrancısı var imiş ya. Daşı qaldırırsan altından o çıxır. O rəsmi televiziyalarda belə İranı müdafiə edən, nə oldu dünənə qədər İranı tənqid edirdiniz. Bugün İran belə əziz xələf oldu. İrandakı rejim şübhəsiz. Və o dediyiniz kimi cəmiyyət bölünüb. Əslində qalanda böyük məsələlərə münasibətdə əhalinin hamısı eyni cür düşünə bilməz. Müxtəlif cərəyanlar var, müxtəlif baxışlar var. Amma İran kimi bir düşmən bir qüvvə ilə bağlı bu qədər hərarətlə onu müdafiə eləmək həqiqətən adamı biraz da qəzəbləndirir. Yəni. Belə şey mi olur? Bir Abbasov deyilən birisi var. İranın nökəri kimi danışır. Yəni. O agenti kimi danışır. Milli baxımdan necə qiymətləndirməliyik? Əvvələn bir İran dövləti zəifliyir. Dövlət olaraq zəif. İqtisadi olaraq zəif. Sosial o ziddiyyətlər filanlar artıb. İdeoloji olaraq 47 ildir bizi aldadırınız, elə bu idi. Və mənim düşüncəmə görə Trump nə qədər oyunbazlıq eləsə belə, amma əl çəkməyəcək. Çünki bu nüvə silahı məsələsi çox ciddi bir məsələ. Dünya siyasətinin mərkəzində, hətta hədəfində duran bir məsələdir. Bəzi adamlar buna elə də önəm vermirlər, hətta unutdular. Bu Hörmüz boğazı gəldi, gündəmə oturdu və elə bil ki, o nüvə silahı məsələsi unuduldu. Nüvə silahının olması birinci Azərbaycan üçün böyük bir təhdiddir. İndi heç nüvə silahı yoxdur. O 450 kiloluq, nə bilim, o zənginləşmiş uranı var, filanı var, şantaj eləyir dünya. Gündə bir oyun çıxardır bu rejim. Təsəvvür eləyin, bir 10 dənə, 15 dənə belə başlıqlı o nüvə silahı olsa nə olacaq? Bunlar həqiqətən bu fars ünsürü iddialı deməyim, iddianı keçir. Hikkə mən ona qoymuşdum bir yazımda. Hikkəli bir millətdir. Niyə hikkəlidir? 19-cu əsrdən üzü bəri Avropalılar onları xəstə elədilər. Bu da bir tezis kimi deyim. Baxın, bu bir milləti xəstə eləmək üçün onun layiq olmadığı, möhtəşəm, böyük filan tarix şuurunu beyninə yeridir. Olsun erməni, olsun fars, ya da olsun Bucat, Serplər. Serplər, Balkanlarda da Serplər eyni. Bir vaxtlar 20-ci əsrin hadisəsində faşizm yarandı İtaliyada. Duce filan, o birisi, bu birisi yarandı. Niyə? Bu kafası qarışmışdı. Roma imperiyası keçmişdə var idi, indi də ona layiq bir dövlət olmalıyıq. Ya Hitlerizm niyə meydana gəldi? German irqi Avropanın tarixində nədir? Yox, yəni müəyyən edici bir gücdür. Həqiqətən də German o tayfalarının, o Hunların qarşısında geri çəkilən o German tayfalar var. İndi dövlətlərin çoxusu da bu Alman dilinin ləhcələrində danışır da. Niderland elədir, Skandinaviya ölkələri elədir filanı və bəli, o kültürü yaydılar. O German tayfaları o kültürü yaydılar və İngilis dili də və German dili. Anglo-Sakson dillər də. Və
İndi farslar da o gündədirlər. Hikkənin kökü budur. Birinci odur. 19-cu əsrdə başlayan o paniranizmdən başladı ama Fars irqçiliyinə döndü tezliklə. Yəni biz birinci sınıf millətik, bizim Həxaməniş filan tariximiz var, nə bilim Sasani tariximiz var. Hətta tarix bizdən başlayır. İlk imperiya filan deyirlər. Həqiqətən də bir dəli vəziyyətinə sardılar. Niyə? Cambridge yox, o birisinin adı nədir? Oxford. Oxfordda o İran mərkəzi ki var. Bunlar indi adi bir farsla danışırsan, bəlkə öz aralarında eyiblərdə danışırlar. Əlbəttə danışırlar. Şübhəsiz danışırlar. Deyək ki, İran International'da hər gün danışırlar onu. Amma bir başqasından danışanda olur əfi ilan. Ben bunu həyatımda gördüm də. Yəni heç cür bərabərliyi filanı qəbul etməyən, biz birinci sınıf millət ekləyən və indi də onun nəticəsində bax bugün İran bir çıxmaza girib. Dünyanı da çıxmaza soxdu əslində, Amerikanı, İsraili filanı və geri çəkilmək də istəmir. Bundan ağır vəziyyətə düşə bilərmi? Məncə düşəcək. İranın vəziyyəti dünya meydan oxumaqla deyil ki, zat yaradıblar ya, şirkət qurublar. Deyirlər ki, bu Hörmüz boğazı məsələlərini idarə edən bir şirkət. Sizin nə haqqınız var bunu eləməyə? Sizin nə haqqınız var onu özününküləşdirməyə? O zaman Türkiye'de diyecek, beni de para ödeyeceksiniz ve icazeniz olacak. Monroe filan keçdi. Və yaxud da o birisi nedir? 5-6 dənə elə boğazlar var. Bax bu cür ən çətin vəziyyətdə olmalarına baxmayaraq, ölkə miqyasında deyirəm. O generallar elə vilayət fəqih başda olmaqla hamısı cibgir, hoqqabaz, adi sözlərlə deyirəm, büdcə dağıdıcılardır. Hamısı. Bilinən bir məsələdir də. Xamneyi ilə bağlı 80 milyard filan deyirlər. Və 80 milyard hardan gəlsin? Bəlkə onlar üçün normal bir iş sayıla bilər və yaxud da İran qalib dövlət sayıla bilər. İran bu təcavüzə qarşı müqavimət göstərə bilər, deyə bilərlər, düşünə bilərlər. Amma mənim düşüncəmə görə çox fövqəladə bir hadisə olmasa o nüvə silahı məsələsi həll olunacaq. Həll olunmasa da birinci növbədə bizim xeyrimizə. Çünki o şantaj aləti əlindən çıxmış olur. İndi də şantaj edir. Baxın ya, belə bu çətin vəziyyətdə deyəsən Xarici İşlər Nazirinin müavini bizim mediada məras gəlir. Deyir ki, İran İslam Cumhuriyyəti deyir, dünyanın 4-cü əvvəl qüdrətidir. Nə deyəni? Sən öz gəmini keçirə bilmirsənsə də o limanına 4-cü böyük güc deyirsən. Bir vaxtlar şah da deyirdi, yadınıza gəlirmi? Onun bir neçə əsəri var idi də, yazdırmışdı. Deyirdi ki, əsrin sonuna qədər biz dünyanın 5-ci ölkəsi olacaq. Əsrin sonu da keçdi, 26 ildə buradan keçdi və İran olmayıb. Və gəldim son məsələ. Adətən biz deyirik ki, bu dəyişmələrə, hətta inqilabi dəyişmələrə Azərbaycan hazır olmalıdır. Millətinlə, dövlətinlə hazır olmalıdır. Güney Azərbaycanda da, Kuzey Azərbaycanda da. Biraz onunla bağlı mənim şübhə deməyim, tədirginlikdə, narahatçılığım var. Biz nə millət olaraq, nə dövlət olaraq hazır deyilik. İllərlə dedik ki, heç olmasa kadr hazırlığına bir yardım olsun da. Oradan bizim o gəncləri alıb oxutmaq nədir? Türkiyə Cumhuriyyəti niyə eləyir? Əvvələn dövlət marağına uyğundur. Milli maraqlarına uyğundur. Bunu da siz eləyin də. Eləmədiniz bu neçə illərdə. Xaricdəkiləri təşkilatlandırır.
İstədikləri adama maddi yardım verirlər. Hə, büdcənin xüsusən də o köhnə o sədr, diaspora komitəsinin sədr zamanında. Çünki adamlar özləri deyirlər. Bizim o güneyli Avropada yaşayan o dostlarımız hamısı deyir. Filan kəsə bu qədər verir, filan kəsə o qədər verir və s. Təşkilatlandı mı? Deyil. İçəridə təşkilatlanma səviyyəsi arzu eləyən səviyyədədir? Məncə yox. Onun indi izahı da var, şübhəsiz. Deyəcək ki, məsələn, ora xüsusi diqqət yetirilib. Təbriz İttilat Təşkilatı Tehrandan daha azad idi hərəkətlərinə görə. Yəni, hətta hesabat vermirlər. Bizim bir dostumuz yanınıza gəlirmi, oradan çıxmışdı, evindən filandan çıxdı və o şərh eləyirdi bu məsələ. Əvvəldən də yazırdılar. İttilatın Təbriz mərkəzi heç Tehranı belə saymır. Yəni, ağlına gələn işdir. Orada nəzarət daha güclü. Bu doğrudur. Mən ümidliyəm, gələcəklə bağlı. Çünki o stabil kimi gördüyümüz rejim laxlayır. Özünə gəlmək, toparlanmaq ehtimalı çox azdır. Və bu bizim üçün, milli hərəkat üçün müəyyən perspektivlər yaradır, qapı açır. Yetər ki, biz ondan istifadə edə bilək. Təşəkkür Nəsib bəy. Xahiş edirəm fikir bildirmək, sual vermək istəyən dostlar mənə işarə eləsin, mən söz verim. Deməli, buyurun. Nəsib bəy, siz dediniz ki, Amerika müəyyən nələrsə qazanıb. Qazandıqlarının içində rejimin zəifləməsini dediniz ki, rejim zəifləyib. Bir də dediniz ki, Körfəzin bağlanması bunun öz neftinin bazarının genişlənməsi üçün müəyyən perspektivlər yaradır və yaxud yaradacaq. Amma eyni zamanda Amerikanın özündə də qiymət bahalaşıb. İndi mənim maraqlı olan odur ki, Amerikanın əslində istəyir bu qiymət bahalaşma ilə bağlı Trump hakimiyyətinin Amerika cəmiyyətindəki mövqeyi, istər dünyada Amerikanın etibarı baxımından güclü, qudrətli dövlətdir, bir günə, iki günə hər şeyi həll edərəm deyə gəlib. Bu vəziyyətə düşməyi, onun qazancı daha çox ilkisi. Demək, Amerikan vətəndaşı olaraq, dediyim kimi, sıradan bir vətəndaş olaraq deyəcəm ki, yox, neftin qiyməti qalxıb, mən hər gün maşınımı doldururum, mən burada itirirəm, deməli Amerikada itirirəm. Amma belə deyək, universitet mənsubu olaraq və Amerikaya bağlı olan bir insan necə məntiqlə fikir yürütməlidir, gəlməkdir, empati dedikləri bir şey var da, onunla baxaq. Trump hakimiyyətə gələndə dedi ki, yenidən Amerikanı nəhəng edəcəm. Let's make it great again. Elə mi? Bu Venezuela'dan sonra fevral ayının 28'ində vilayət fəqihi və 40'dan artıq yüksək rütbəli generalı öldürülməsi belə bir təsəvvür yaratdı ki, bu da elə az bir müddətdə İran məsələsini də həll edəcək. Çözəcək bu məsələni, amma uzandı. Uzandı və bu arada nə işlər gördü? Təkrar olacaq, amma deyim. 47 ildir Amerika'ya ölüm deyən bir rejimin əskəri gücünə, hərbi gücünə çox böyük bir zərbə aldı. Bu düşmən saydığı bir ölkə üçün bir qazançdır. Əskəri gücünə də. İki, çox önəmli məsələlərdən birisi bunların etibarına çox böyük bir zərbə aldı. Vilayət fəqihi gəldi, öldürdü mü? Bu da mənim düşüncəmə görə çox böyük bir, hətta möcüzəli bir hadisə idi. Harda olub belə bir şey? Gəlib ölkənin başında duran adamı öldürəsən, özü də fikir verin ya. Dünya heç nə demədi onu. O qədər doğrudan İrana o soyuq münasibət var ki, yumuşaq deyirəm də. Yəni, bəzilərində nifrət var. Birə gətirmirlər, eləmirlər. Amma buna etiraz edən də olmadı, doğru dürüst. Kim elədi?
Rusiya bir yumuşaq şəkildə, Ciddi bir Çin yumuşaq şəkildə elədi. Amerika xalq hesabınla indi üstündür. Demirəm ki, hər şey qalib gəlib filandır. Xalq hesabı deyirlər də bu güləşdə filanda ya da boksda. Vurub nokaut eləyə bilmir. Amma xalq hesabından irəlidədir. İran nə qazandı? İran indi deyir ki, bəli, Hörmüz boğazını mən milliləşdirmək istəyirəm. Özününküləşdirmək istəyirəm. Amma istəməklə özününküləşdirmək bir şey deyil ki. İndi bəziləri deyirlər ki, kaş ki bu Trump embarqonu, yəni bu körfəzə embarqo məsələsini elə əvvəldən eləyir. Vallahi doğru fikirdir məncə. Biraz gecikdi, amma çox təsirlidir. Çox təsirlidir. Və əgər Amerika həqiqətən bu nüvə silahı təhlükəsini heç tamamilə deyil, xeyli dərəcədə o azaldıbsa, bu bir qazançdır. Bu hətta bizim üçün bir çox gözəl bir, belə deyək, müsbət bir haldır. Türk dünyası üçün müsbət bir haldır. Türkiyədə indi buna bir fərqli baxırlar. O indi mənim bir dostum var, deyir, çox yaxşıdır, İran qoy sahib olsun, ondan sonra bizim də bəhanəmiz olacaq, biz də nüvə silahı istehsal edəcək. Dünya üçün pis olan bir şey sənin üçün yaxşı olması biraz mübahisəlidir bir. İki, Türkiyə bu vəziyyətində, yəni iqtisadi o durumu çətin olan bir vəziyyətdə üstəgəl büdcənin bir yarısında ora xərcləsə, görün Türkiyənin halı nə olacaq. Ya Səudiyyə başlayacaq deməli, ya Misir başlayacaq o nüvə proqramlarını irələtməyə də. Bu bizim bu bölgə onsa qan çanağıdır. Biraz da çətin olacaq, biraz da təhlükəli olacaq. Bu baxımından Amerika məncə hələ yolun yarısındadır, tam qalib gəlməyib və əlində də imkan var. İmkan var bu problemi həll edəsin. Mənim düşüncəmə görə durmayacaq. Təşəkkür. Fikir bildirən var. Bir məsələ də istəyərdim bir daha toxunasınız bəy. Deməli, hərbi əməliyyatlar başladı. İranın havadan müdafiə sistemi demək olar ki, məhv edildi. Amerikanın, İsrailin təyyarələri rahat şəkildə İran səmasında istədikləri yeri vurdular. Və doğrudan da ikinci mərhələ gəldi ki, toxunduz rejimi dəyişmək üçün bir quru hərəkatı lazımdır ki, o rejim dəyişsin və yaxud qələbə tam başa çatsın. Təbii o da ki, o müttəfiqlərə əl vermir, o sərf etmir, çox çətin məsələdir, artıq bataqlıq deməkdir. Deməli, belə çıxır ki, bu Hörmüz boğazını boğub saxlamaqla İranı daxildən xalqın özünlə devirmək istəyirlər. Siz o fikirdəsizmi? Onu o şəkildə davam elətdirmək fikriniz varmı? Onu necə görürsünüz o mexanizmi? Nə fikirləşir onlar? Zahir bəy, mən elə söhbətimdə dedim, üz-üzə qoymaq da bir taktik hərəkət ola bilər. Yəni, o embargo qalsın, eləmi? Və Amerikan gücləri orada qalsın, içəridə qaynama prosesi davam edesin. Bu da bir, məncə, Amerikan maraqları baxımından, İsrail maraqları baxımından. İsrail amma buna razı deyil. İsrail deyil, indi olsun. İndi həll edək. Çünki Netanyahu'nun da bu məsələsi hələ aydın deyil. Onlar da seçkiyə gedirlər də bilirsiniz. Orada əslinə qalanda seçki, bu erkən seçim deyirlər Türkiyədə. Həmişə erkən seçim olur. Orada normal bir, o qədər dinamik bir cəmiyyət. O Qəzzanı filanı bir yana qoyaq. O qəddarlığı bir yana qoyaq. Başkəsənliyi bir yana qoyaq. Netanyahu mənim bir sizin də tanıdığınız Brenda Schaefer tanıyırsınız. Fayt görmüsən onu? Brenda 97'də deməli Tel Aviv Universiteti o müdafiə edirdi. Mən də xarici rəyçi idim. Çağırdılar məni ora. Allah'ım, bu adam nifrət edirdi zaten Netanyahu'ya. Deyir ki, bu adam diyor ki, bizi hamı inan düşmək elədi. İndi eyni şeyi İran görür ha. Baxın, Ərəb ölkələr, Ərəb dünyasından düşmək elədi.
Birləşmiş Ərəb Əmirlikləri açıq düşmənçilik mövqeyindədir artıq. Səudiyyə belə çəkinir. O birisilər də çəkinir, balaca dövlətlərdir də. İranın Körfəzdəki hegemoniyasından çox əziyyət çəkiblər. Birləşmiş Ərəb Əmirlikləri 1971-ci ildə Şahın dövründə o 3 dənə adanı itirdi. İndi də yadlarından çıxmır. İndi də yazırlar. Və dostu kim qaldı? Bu arada onu deyim. Lütfen ona da fikrinizi deyin. Bax, o üçlü ittifak var da. Pekin, Moskva ümidləri var idi İran. Onlar bizi darda koymazlar. Ne oldu? O da bu böyle diyek o ümidləri doğrultmayan bir ittifaka çevirdi. Trump gitti ve bence istedikleri bəzi şeyleri aldı. İndi Putin'de İran'ı kurtarmak halı da yoktur. Ve ikinci bizim için xeyir olan da odur. Bu ittifak dağılsın. Hardan dağılsın. Ve Türk dünyasının özde məzlum hissesinin çok büyük bir hissesi bu üç bucağın arasındadır. İdi ve indi de elədir. Türkiye'de mesela bunu anlatmak çok çetin. Çünkü üç bucağın daxilində değillerdi. Ve ben tələbələrime izah edirdim filan da, hocam abartıyorsun ya. Böyle diyenler de var idi. O, magister tələbələrindən çok yakın olurdu. Deyirsən canım sen bunu görməmisən de. Ona göre İran'a mesela yarar. Nedir onun adı? O gün çıxış eləyir. Yaxşı bir çıxışıydı ama öz aramızda. O deyir ki biraz tənqid elədi İran. Ama resmi siyasete uygun gelmediğine geri çekil. Dedi ne olur olsun İran bizim komşumuzdur. Yakın komşumuzdur. Ben de diyorum ki İran'dan ha vaxt siz böyle strateji müttefik olursunuz. Hiç vakit. Olmuyorsunuz ya. Biraz bu Rıza Xan'ın daha doğrusu o da şahidi de. Rıza Pəhləvinin o Ankara'ya seferini filanı o reklam edirlər. Onun haricinde hiçbir şey yok. Ya da Rusya ile Türkiye hava belə müttefik olur, kardeş olur filan. Yine de Atatürk ile deməli Lenin'i deyirlər. O bir taktik bir hareket idi. Dünya hiçbirini kabul edemirdi. Ona göre bir yerde olmağı uygun gördü. Ondan sonra da Atatürk'ten sonra 39. yıl Ribbentrop Paktı yoktu mu? Orada deyir ki Almanya tarafı Sovyet İttifakı'nın deməli İstanbul'u işğalına etiraz etmir. Ya da etiraz etmeyecek böyle bir şeyler yazılır. 39. yıl o müqaviləsidir. Ve deyəndə ki bu da bir başka bir mesele de Türkiye geçtik. Deyəndə ki bəs bu Türkiye için de çok büyük bir tehdittir filan da yok. Anladım. Türkiye mövzusunu bəlkə biraz da inkişaf elətdirək. Doğrudan da məsələn biz dostlarla da çox müzakirə eləmişik. Yəni bir dərəcəsi olur da müdafiənin də. Məsələn bu tutaq ki bu mətbuatda, kütləvi informasiya vasitələrində Türkiyə demək olar tam bir monolit qüvvət kimi az qala İranı müdafiə elədi. Və edir də. Məsələn indi burada cəmiyyətdə müəyyən fikirlər səsləndi. Hər birimiz də əzbər bilirik ki, yəni güya ki İrandan sonra növbə Amerikanındır və yaxud da orada Kürd faktoru var. Amerika orada və Türkiyə orada bir Kürd dövlətinin yaranmasını istəmir. Bu kimi mövzulara toxunur və İsrailin Amerikanın yaxınlaşmasını əsas gətirir və edir. Biz də əvvəlcən də bütövlüzən uzaqlar olaraq da özümüz də Türkiyədə görüşlərdə də onların o müvafiq adamlarla görüşündə də demişik ki, gələcəkdə bu İran vurulacaq. Yəni burada da şahiddir ki, məsələn dostlarımız, mən dəfələrlə demişəm ki, gecə-tezci yəni bunu vuracaqlar. Bu proses baş verir. Nəyə görə bu gündən Türkiyə və Azərbaycan ona hazırlaşmasın? Elə durub desin ki, bu Orta Doğu projesidir, nə bilim gələcəklər, bizi bura hazır nəri başlar hazır.
İndi müharibə başladı belə. Yenə o xətt davam edir. İranı müdafiə edənlər və Türkiyənin özünü müdafiə etməsi və növbəti dalğa onsuz da bu vurulur. Onsuz da bu vurulacaq. Biz bu həqiqəti deyəndə nəyə görə İsrailin adam olmalıyıq ki? Yəni bu bilirsiniz də bu mətbuatda kütləvi təhqirlər gedir, böhtanlar gedir. İsraildən maliyyələşin, Amerikadan maliyyələşin, nə bilim ağzına gələni haqqımızda deyirlər. Ya, amma olmadı ki, bax fakt gördünüz, bir mərhələ elə oldu, gəldilər. Hələ bundan sonra da gələcəklər. Biz hazırlaşmağa əvəzinə, öz milli iradəmizi, milli gücümüzü mərkəzləşmə əvəzinə elə deyirik ki, bu İsrail projesidir, Amerika qəbul etdim. O proje olmalı, amma bu projeden biz öz çıxış yolumuzu tapmalıyıq ki, biz elə proje deyib o oturmaqla deyil ki, və bu məsələdə də Türkiyə sözün həqiqi mənasında dərindən mənə aydın deyil. Çox dərindən ola bilməz ki, Türkiyə kimi nəhəng bir dövlət və yetərincə analitik mərkəzləri olan, institutları olan, universitetləri olan bir mərkəz bu şəkildə müdafiə eləsin. Və onu da deyim ki, hətta Rusiyanı o şəkildə də müdafiə edir mərhələlərdə, onu da yanlış edir. Həm Turan qurur, həm Türk birliyinə gedir, həm də bilir ki, bütün keçmiş Sovet Rusiyasından ayrılmış Türk dövlətlərinin xalqları, Türklər anti-Rusiyadır Azərbaycan qarşı. Bütün buna baxmayaraq bir mənalı şəkildə demək olar ki, təbliğat vasitələrində Rusiyanı müdafiə edilir. Rusiya mövzusunu kənara qoyaq, nəsbə istəyirsə bu istiqamətdə, məsələn, bir də inkişaf elətdirsin ki, məsələn, Türkiyə niyə belə edir? Bunun necə olmalıdır? Yoxsa bizim bilmədiyimiz şeylər mi var? Bunlar üzdə bedilir, başqa planlar qururlar. Nə demək bu məsələ? Valla mən proqramlarda onu fikrimi izah eləməyə çalışmışam. Özüm də anlamağa çalışmışam. Orada mən 6 il işlədim. Türkiye'de de Ankara Üniversitesi, evvel Trabzon'da 5 ilde Ankara Üniversitesi'nde işledim ve daim görüşürdük. En azından o üniversite mensuplarından filanla bu müzakiremiz, mübahiselerimiz olurdu. Yok biz Qəsr-i Şirin'den bu yana biz müttefik, dostuz filan. Ne vakit müttefik oldunuz? 1639'dan sonra evvelen sərhəd değişti. İkinci bu Nadir Şah Əfşarın dövründə olmadı mı savaş? Sərhəd değişmedi. Genel olarak kaldı. Yaxşı. İndi Türkiye'deki hakimiyet siyasi İslamcı hakimiyet. Bunu kabul edin lütfen. Ve İran'daki rejimi doğması sayır. Yani eyni dünya görüşü temsil eden insanlar. Ona göre düşman bilmiyor. Biz düşman biliriz. Çünkü tarihimizden gelen bir şey var. Şuurumuzda yer almış bir şey var. Bizim orada milletimizin mezun olması var vesaireler var. O onu görmür. Sizin dediğiniz elbette ki Kürt meselesine tesir edecek. Elbette ki. Bu Irak meselesi yadınızdadır mı? Her halde burada mektepli yoktu da. Bu Körfez Muharebesi olanda Turgut Özal deyirdi ki biz Irak'ın toprak bütünlüğünden yanayız, onun o dağılmasına filanına imkan vermeyeceğiz ve değişmesine daha doğrusu. Ne oldu? Orada bir Kürt devleti yarandı mı? Demek ki senin iraden haricinde bir para prosesler gelir. Sen ona tesir edebilirsin. Amerika kimi, o gün ben bunu hatta dedim, bir programda dedim, tekrar olacak. Bir makale yazılmıştı, çok yaşlı bir makaleydi. Foreign Affairs jurnalında. Yırtıcı hegemonya. Trump hakimiyetini bak bu cür karakterize edilir. Yırtıcı hegemonik bir siyaset değil. Bu cür büyük güvvenin karşısında sen demeli o siyasete uygun bir şey demelisin. Karşı çıkabilmirsen, dayandırabilmirsen ve hatta irad olarak değil. Peşmergeye kim idi təlim verir? Türk Silahlı Güçler. Öyle mi? Uzun müddet Barzani rejiminden dost oldular falan oldular. Çünkü orada neft falan meseleler var. Şimdi hatta Ankara'daki o Azerbaycan Kültür Merkezi'nde bu müzakereler, mübahiseler oldu. Benim de mövqeyim belə olub ki, siz dövlətsiniz, qüdrətli dövlətsiniz. Mən istəyirəm ki, bundan da qüdrətli olsun. Ama Güney Azerbaycan'ın talihi meselesinde mövqeyiniz yanlıştır.
Bu Təbrizdinin, Urmiyanlının, Ərdəbilinin, Zəncanlının, hətta Tehranlı, o Türkün nə deyirlər, bu haqqıdır, gələcəyinlə bağlı. Ona siz deyə bilməzsiniz ki, belə bir təhlükə ortaya çıxa bilər. Ona görə siz tərpənməyin. Və 2006-dan bu yana Türkiyə televiziyasının o təbliğatın nəticəsində orada da çox içinə çəkilmə var. Zəifləmə demiyorum. Hətta qorxu var. Yenə bizi əzərlər, yenə bizi vurarlar. Və o Türkiyə televiziyasının təbliğatının mənfi təsiri də bir yerə yazaq. Onu da bir yerə yazaq. Bu arada ama bir şey değil. Bu devletin siyasetinle resmi təbliğatın biraz fərqi var. Niye? Neydi? Hakan Fidan. Hakan Fidan ben özüm eşittim. Dedi ki biz İran'daki dostlarımıza telkin elədik. İnandırmaya çalıştık ki reformaya gitmeye lazım. O saat benim yadıma düşdü 2011-ci il Əsədə deyirdilər ki reforma eləyin filan. Sonra hava idi, bu ilin əvvəli idi deyəsən. Hakan Fidan getmədi mi bizim nazirlə bir yerdə, Riyada getdi və İranı qınayan o sənədə qol çəkdi. Bu Körfəzdəki o proseslərlə filanla bağlı. İndi İran tərəfi Hakan Fidanı hədəfə alıb. Hətta belə bir bu bizim mətbuatda deyəsən getdi. Həddini bil. Yəni elə bir köbuş şəkildə ona cavab verirlər. Həddini bil. Yəni biz icazə vermərik ki, Türkiyə bizə yol göstərsin. Biz yolumuzu bilirik. Və məncə dövlət daha pragmatikdir, pragmatik də olmalıdır. Biraz əvvəl dediyi, bizdə o kadr məsələsidir, digər məsələlərdə o eləmədikləri işlər Türkiyə Cumhuriyyətinə dair. Biraz yumuşaq şəkildə. O Türk əsillərə bəzi güzəştlər falan olunur da. Özü bu son dövrün hadisəsi də. Ondan əvvəl bizim o Türkiyədə yaşayan o insanlarımızla bir danışın. Yazıqlar dəsmal götürüb ağlayırlar. Bizə bir sahip çıxmadı. Burada bir doğru, dürüst bir təşkilat qurmamaklarının, Türkiyədə bir təşkilat qurmamaklarının bu səbəblərindən birisi soyuq münasibətdir. Statiko deyirlər də, dəyişməsin. Dəyişsə bizə ziyan olacaq. Yox, bu dünya dəyişəcək. Yaxın Doğu dəyişəcək. Ona uyğun da siyasətinizi deməli, bu belirleyin, ona uygun da strateji xəttinizi müəyyən eləyin də. Durup gözləyəcəksiniz ki, yox, heç nə olmayacaq. Bu yanlış siyasətdir məncə. Buyurun bəy. Təşəkkür edirəm. Təşəkkür edirəm Nəsib bəy, geniş və məzmunlu çıxışınıza görə. Mənim sualım sizədir, amma inanın ki, o sualın cavabını özüm də axtarıram ki, 1979-cu il hadisələri, şəriət mədarı qabağa çıxdı. Yəni o istədiyimiz lider, belə deyək də, simvolunu qazandı. 2026-cı ildə, bax biz sizin çıxışlarınızı izləyirəm, yəni bu mövzu ətrafında olan çıxışları da qulaq asıram. Yəni bir növ lider axtarışı da var. Bir də özüm özlüyümdə fikirləşirəm. Yenidənmi Azərbaycan türklərinin şəriət mədarı kimi bir lider, belə deyək də, bir 50% molla olsun, 50% də millətçi olsun. Ondan mı bizim əhali, oradakı əhali belə bir liderin dalıyca getməyə vadar olar da heç olmasa. Bax, yəni nəticə olsun deyə bu sualı. Təşəkkür. Siz təhlil aparırsınız da 79 və 2026. Təşəkkür edirəm. Ben biraz fərqli düşünürəm. Bu lider hərəkat yaratmır. Lider səbəb deyil. Lider nəticədir. Hərəkat olmalıdır. Yox. Yox, razı değilim. Razı değilim.
bir lider qəbul olunan şəxs hətta hərəkətə ziyan da vura bilər. Necə ki, şəriət mədarı var. 1979-un sonunda, 80-nin əvvəllərində olan o hərəkətin qabağında daş oldu, qara daş oldu. Ona görə bu liderçilik deyil, hərəkatın güclənməsinə çalışmaq, hətta kütləviləşməsinə çalışmaq lazımdır, məncə. Bilmirəm, bu biraz intriqa yaradan bir mövzudur. Biz liderdən başlasaq uzar. Hərəkatın güclənməsi özü doğru dürüst liderini çıxardacaq. Təşəkkür, çox gözəl. Başqa kimin? Buyurun Necəf Ali bəy. Buyurun. Demək, bu əməliyyat haqqında söhbət getdik. Mən elə gəlir, istənilən müharibə qarşısında bu dəfələrlə olub. Ölkədəki vəziyyət yaşatmaq, qalibiyyətli müharibə lazım olur, milləti kilsəmək. Quru əməliyyatı olsa əgər, xalq hakimiyyət ətrafında kilsənəcək, işğala qarşı mübarizə bir təbliğ alır. Bu rejimi biraz da gücləndirəcək. Ona görə də mənə elə gəlir ki, quru əməliyyatına gedilməyəcək. Sadəcə olaraq bu manevrlərlə, Trump'ın apardığı bu manevrlərlə, o da deyim ki, mən sizin dediklərinizdən %100 razıyam. Siz danışan elə bilin, mən özüm danışıram. Quru əməliyyatına gedilməyəcək, İranın vəziyyəti saxlanılacaq. Daxildə, çünki İranın bütün iqtisadiyyat dağılır, iş yerləri bağlanır. Sosial vəziyyət həddən artıq partlayış şəklində çıxır. Bu manevrlərlə bu prosesi uzadırlar ki, İranda quru əməliyyatı eləməklə bu rejim dəyişə bilməsin. Bombalamaqla rejim dəyişə bilməsin. Bu vəziyyəti saxlamaqla sosial vəziyyət daha da kəskinləşdirmək. Necə ki, bir ilin əvvəlində də xalq qalxmışdı ayağa, özə ən acından veren Fars bölgələridir qalxanda. Harada yoxsulluq həddən yuxarı bura qalxmışdı. Xalq özü qalxacaq ayağa və rejimi dəyişəcək. Buna görə də bu quru əməliyyatına inanmıram, bu formada da davam edəcək və xalq özü qalxıb rejim dəyişir. Kənardan gəlib rejim dəyişmək mümkün deyil. Əksinə, kənar müdaxilə biraz da rejimi kilitləşdirir. Ona görə də təbii axarına buraxıb, vəziyyəti kəskinləşdirərək daxildən xalqı ayağa qaldırmaq, mədə güc gələndə istər-istəmə qalxacaq ayağa. Ac adamın nə milliyyəti olur, heç nə olur, o qarnı düşürür. Ona görə aclıq başlayanda qalxacaq millət ayağa, rejimi də dəyişəcək. Və bu rejim dəyişikliyi də ancaq milli formada demirəm mən, demokratik, ədalətli cəmiyyətdir. Demokratik deyəndə bəziləri çıxlanır. Ədalətli bir cəmiyyət, müqəddəs kağıt formalaşacaq, ədalətli bir cəmiyyət olacaq, yine islahatlara gedəcək. Demək, bugün hakimiyyət xalqa məxsus deyil, aydın şuraya məxsusdur. Onlar kimi icazə verir, onlar ancaq verirlər. Hakimiyyət həqiqətində konstitusiya islahatlarına gediləcək, real xalq hakimiyyəti bərqərar olacaq. İslahatlar hər şey İran istər coğrafi mövqeyinə görə, təbii ehtiyatlarına görə, iqtisadi resurslarına görə, insan resurslarına görə dünyanın ən zəngin ülkələrindən biridir. Orada normal islahatlar getsə, İran bəli, qısa müddət ərzində çığıran bir dövlət görülə bilər. Çünki hər şey var. İnsan resursları. Bu formada rejim dəyişilir. Biz də öz nəsibimizi bu rejim dəyişikliyi ilə alırıq. 40 milyon, üstəgəl bir 10 milyon da Azərbaycan türkləri 50 milyon əhalinin yarısından çox eləyir. Bir sözlə demokratik seçki olanda istərsə türklər qalib gəlir, türk hakimiyyəti orada bərqərar olur. Qaldı bir məsələni də deyib, Farsların ölçüsüzlüğü bayaq toxundunuz. Farslar tarixən bu heç vaxt dövlət olmuyorlar. Niyə qurublar? Yox, qurmuyorlar. Yaxşı. Doğru. Demək, Əhəməni dövləti öz babasının Türk hökümdarı müddet düşürmədi. Öldürdü, hakimiyet düzelttilerdi, ordu, jandarma, pul, her şey var. Devlet kurmadı. Sasaniler, Erdeşik, partiyaları məğlub elədik. Gördük hakimiyette her şey var. 25-ci ildə Rıza Şöpbəyləri 2005 ilə gəldi hakimiyyətə. Vacib deyil ki, sıfırdan kursun. Yox, her şey var axı. Ordusu var, devlet idare sistemi var, pulu, maliyesi, hazır şehir üstünde kaldı. Devlet olmuyorlar. Onların o devletçiliği, ari irq olmalarda da hamısı bu ermənilər dünya dövlətiydi falan demişim. Neşifti, uydurmadı, xəyaldı. Xəyalın
istək kimi, istəyin xəyalın real şəklini ortaya qoyurlar, göstərirlər, təbliğat vasitəsilə. Yox. Bu belə. Qaldı Türkiyə məsələsinə. Bugün Türk televiziyaları mən görməmişəm ki, İranın əleyhinə nəsə versinlər. Ancaq müdafiə edirlər. Ancaq müdafiə edirlər. Müdafiə edilmənin səbəbləri birin, Nəsim bəy dedi, İslam faktoru. Və İranda o dövlətin yaranması bunlar. Və mənə elə gəlir ki, biz biraz tarixə getsək, tarixən Səfəvi Osmanlı müharibələri olur, biz bilirik bunu. Həmişə düşmən münasibət olur. Hətta bu gün də o münasibət qalır. Bu gün də Azərbaycanda yaranmış Türk dövlətlərini Osmanlı tarixşünaslığı qəbul eləməyib, bugünkü tarixşünasa bir neçə illər ortaylıda 3-4 nəfər çıxmaq şərtilə bu gün də qəbul eləmirlər. 2016 nə var deyil? Erdoğan para çəkirdi, bütün Türk dövlətləri durmuşdu, bir dənə Azərbaycan dövlətinin bayrağı forması yox idi. Bəlkə gəldi, Türk dövlətinin paradını çəkirdi. Bir dənə Azərbaycan dövlətinin bayrağı yox idi, forması yox idi. Azərbaycanın Türk dövlətləri ümumiyyətlə qəbul eləmirlər, bu gün heç qəbul eləmirlər. Əksəriyyət tarixçiləri qəbul eləmirlər. 2016-da Erdoğan Türk dövlətlərinin paradını çəkirdi. Bir dənə Azərbaycan dövləti yox idi. Azərbaycanda bir neçə dənə dövlət oldu. Biri də yox idi. Bayraq mı? Tarix qədim dövr, orta əsr. Bayraqların forması, Azərbaycan dövlətçiliyi Türk Osmanlı tarixçiləri, bugün Türk tarixçiləri deyilən İlber Ortaylı 3-4 nəfər var, qəbul edirlər. Qalanları qəbul eləmir. Biz dövlət kimi qəbul eləmirlər. Və bu nədən irəli gəlir? İndi mən bilmirəm, hansı formada qəbul edəcəksiniz, mənim bu fikirlərimdir. Bugün bir anlıq təsəvvür eləyin ki, Azərbaycan birləşir. Böyük bir Azərbaycan dövləti yaranır, bütöv. İstər iqtisadi resurslarına görə, istər insan resurslarına görə, təbii ehtiyatlarına görə Türkiyənin hiçbir şey yoxdur. Dünyanın ən güclü dövlətlərindən biri çıxdı ortaya. Tarix səhnəsinə çıxır. Və Azərbaycan Türkiyə regionun güclü dövləti kimi qalır ikinci planda. Bütün sahələrə görə biz onlarda çox qat güclü olur. Və belə bir dövlət kim qəbul edir? Kim istəyər ki, o yanında qonşuluğunda güclü dövlət olsun? Və Azərbaycana münasibətin olmamasının əsas səbəblərindən biri mən bunu hesab edəcəm. Üstəlik, fikir verin, 40 milyondan artıq insanın orada ən adi insani hüquqları belə olmuyor. Yoxdur bu gündə. Bir dəfə olsun. Və dövləti qoyuram qırağa, diplomatiyada dövlət xatirinə olmaz. Müxalifət deputatları olsun, bu Bağçalı partiyası millətçilər güya bozduqlardır, bunlar bozduqlar deyil. Bunlar bir dəfə 40 milyonun ən adi hüquqları yoxdur. Məsələn, qaldırıblar, heç yox qaldırıblar. Bir dəfə bir bəyanat veriblər, verməyiblər. Şimdi bu mənə elə gəlir ki, Cənuba münasibətdə həmin o iki faktor, İslam faktoru, Kürt faktoru, bizə ən əsası isə bu faktordur. Qısqançlıqdan biz birdən orada vəziyyət inkişaf edən, bizim dil məsələ, bütün məsələlər həll olunan, orada bir güclü Azərbaycan dövləti çıxarılır ki, bununla birləşər, biz qararıq kölgədə. Dünya onu bizimlə hesablaşacaq, Türkiyənin yox. Belə bir vəziyyətimiz var. Ona görə bu qısqançlıqdan imkan vermirlər. Mənə elə gəlir ki, Azərbaycan münasibətdə də əsas faktor budur. Çox sağ olun. Ama orada benim bir etirazım var. Vallahi Türkiye Azerbaycan düşman gibi bakmır. İnan. Türkiye'de Azerbaycan'ı sevmeyen güçler var. Kürtler var. O aşırı İslamçılar var. O siyasi İslam'ı temsil edenler var. Ama kül halında Türkiye Azerbaycan'ı seviyor. Xüsusən də Qarabağ gələcəm. Gəlirəm də mən bu fikirdə. Xüsusən də Qarabağ məsələsindən sonra Qarabağ həll olunmamışdan əvvəl biraz da soyuqluq var idi. Çad var idi. Gileygüzar da var idi. Bu Türkiye'ye yaraşan iş değil filandı. Niye Erməninin əlində əsir olsunuz fikir var idi. Ama Qarabağdan sonra o sevgi biraz daha artıb. Onu deyil. Halkın, əksəriyyətin. Hakimiyetle bağlı dedim. O dünya görüşü uygun geldi. Siyasi İslam'da. Ama bu insaf da yaxşı şeydir. Bu Türk Devletleri Teşkilatı'nın kurucu çatdı da özüdür. İndi her şey Azerbaycan'ın imkanlarından olmayıb ki. Kaş ki
Türkiye Cumhuriyeti böyük dövlət kateqoriyasında olaydı. O zaten təsnifat var da, süper dövlətdir. Great Power dedikləri 8 dənə 9 dənə dövlətdir. En azından 1 trilyon gərəsədə olsun, bir də nüvə silahı falan olsun. Orta dövlətdir Türkiye Cumhuriyeti. Kaş ki böyük dövlət olaydı ve bu integrasiya meselesini sürətləndirməyə gücü yetiydi. Kaş ki onu eləydi. Ama dediğiniz valla o biraz, mesela ben o sevgini görmüşüm de, ben nətər deyim ki yok. Onlar bizi kıskanırlar, kıskanmırlar. Kaş ki siz diyen olsun, biz keçək lider olaq. Özbekistan ne kadar əhalisi var? 35 milyon. Yok canım, 40 milyona çatır. Biz Özbekistandan belə güc baxımından müqayisəyə gəlmirik. Baxın, neçə milyondur Qazaxıstanın əhalisi? 20'nin keçdi də. Özdə o boyda devasa dedikləri bir ərazi, zəngin ərazi falan. Kaş ki siz deyən olaydı. Biz bu integrasiya prosesində nə ola bilərik? İdeoloji mərkəz ola bilərik. Onun içində bunlar bu Türklüyə nedir? Biz ona ne deyirdik? Embargo demirdik. Qadağanı götürməlidir birinci. O bir sənə də nümunə olsun. Bizim nə iqtisadi gücümüz ona çatır? 40 milyon elə bilirsiniz, elə sabah birləşsə olacaq belə qüdrətli bir dövlət. Olacaq. Yadınızdadırsa 2009'da 2010 idi. Erdoğan xəlifə olmaq istəyirdi. Ergenekon, Bayroz, əməliyyatları paralel yapıyor. Nəyə gülürsən? Faktdır. Bütün generallar bölüşən, sonra hamısı dələtələri bıraxdı. Xəlifə olmaq istəyirdi. Əlini öpməyənləri basırdı içəriyə. Bunun xəlifəlik yolunda mani olanlar idi. Nə Bayroz, Ergenekon, bunlar hamısı oldu. Və sonradan bu alınmadı. Ona görə də o xəlifə kimi üzün tutub Ərəb dünyasına, İslam dünyasına bizə səbəb müşkil verməyib. Bizə qarşı ögey münasibətlə elə oradan qaynaqlanır. Mən Türkiyəyə bir ümid yeri kimi baxıram. Mənim ən çox sevdiyim ölkə Türkiyədir. Onun mən qüdrətli, möhtəşəm olmasını istəyirəm. Və bizə az münasibət göstərdiyinə görə, az elədiyinə görə, oradakı 40 milyonun məsələsini heç vaxt qaldırmadığına görə mən ondan ciləyirəm. Təşəkkür. Birinci, burada əyləşənlərin çoxu tarixçidir. Biz də bu tarix mövzusunu toplanmamışıq da, gəlin eləyək, gələcəkdən danışaq, Nəsib bəydən də faydalı istifadə eləyək də bugün. Mən istəyirəm təzədən Nəsibə bir məsələyə toxunsun. Biz düşünürük ki, 3-cü mərhələ gəlir. Yəni, İran vurulacaq. Biz də, elə hətta Nəsib bəy danışmamışdan öncə də biraz özümüzün aramızda da Nəsib bəy gəlmək kimi bir söhbət olmuşdu. Biz də o fikirdəyik ki, növbəti mərhələ gəlir. Və özümüz də bütün Azərbaycan ocaqları olaraq o mərhələyə hazırlaşırıq ki, biz daha aktiv olaq, daha faydalı olaq millətimiz üçün filan. Bu növbəti bir mərhələ gəlir. Bu mərhələdə deməli biz milli hərəkat olaraq, Güney milli hərəkat olaraq, Quzeydə bizi kimi təşkilatlar olaraq növbəti mərhələyə necə hazırlaşmalıdır? Nəsib bəy bu prosesi necə görür? Konkret yaxın aylarda tutaq ki, və yaxud yaxın illərdə bu hadisələr baş verəcək, bu qaçılmazdır. Ya istəyir hərbi olmasa belə İranın dağılma prosesi qaçılmazdır. Bu bizim mövqeyimizdir, bu proses gedir və buna hazır olmalı. İkinci bir məsələ, bununla paralel olaraq istəyərdim ki, Nəsib bəy eyni zamanda bir pezeşkan mövzusuna da toxunsun. Biz məsələn, Bütün Azərbaycan ocaqları olaraq bir mənalı şəkildə pezeşkanın müdafiəçisi deyilik. Amma onun da bizim tərəfimizdən, milli hərəkatçılar tərəfindən və yaxud türklər tərəfindən əleyhinə iş aparılmasını əleyhidarıyıq. Ki, çox yanlış hesab edirik bunu. Yönetimimizdən bir adam çıxıb, milli şüarlarla çıxış edib, pis yaxşı, o rejimin adamı ola bilər, etirazım yoxdur, rejimin adamını hesab edirəm. Amma onun verdiyi mesajlar milli kimlik şüurunun oyanmasına, xalqın bir qüruruna təsir edən bir şeydir. Və belə bir adamı, bu şəkildə çıxış edən adamı linc eləmək, üstünə getmək hesab edirəm yanlışdır. Yanlışdır. Düzdür, bizim ağırlığımız pezeşkana söykənməməlidir. Milli hərəkatımıza söykənməlidir. Milli hərəkat güclənməlidir. Pezeşkan da bu proses boyu nə fayda verə bilərsə, nə gözəl. Və biz bu adamı qaralamamalıyıq.
əleyhinə iş aparmamalı, nə də insanlarımızı aldatmamalı ki, elə bizim ümidimiz Pezeşkandır. O da yanlış olar. Eyvallah. Yəni bu bizim mövqeyimiz olub. Doğuzumuzun ocaqlarının bu günə kimi də davam edir. Və bu məsələlərə Nəsib bəyin fikrini öyrənmək bir daha yaxşı olar və milli hərəkat necə eləməlidir, necə rəftar etməlidir, qarşıdan gələn ağır proses var, mühüm proses var. Doğrudan da prosesin və məsələnin ağırlığı ilə müqayisədə bizim hazırlığımız çox-çox aşağıdır. İndi Allahın köməyi ilə ola bilsin, həmin anlarda daha çevik olduq, daha güclü olduq, daha qısa müddətdə mərkəzləşdik. Amma bu biraz daha intellektual olmur, daha sistemli olmur, bir hissi obrazlı olur. Sonra onda başqa fəsadları olur. Bəri başdan hazırlaşsaq daha yaxşı olardı. Amma bu problemlər var. Buyurun Nəsibə, bax bu məsələlərə bir münasibət bildirin. Nə gəldik? Milli kimliklə bağlı da bizim orada da, burada da problemimiz var. O kaş ki bizim imkanımız olaydı. Güney Azərbaycanda işləyə biləydik. Amma o iş imkanını da bize vermir ki. O da görür de. İran rejimi niye değil ki benim Azərbaycan Respublikasının müstəqil varlığı İranın geleceği için bir tehdit. Milli hərəkata impuls veren bir hadise. Bu Kuzey Azərbaycan Respublikasının müstəqil varlığıdır. Problemimiz var. Mesela burada eğer eskimiz filanımız var. Bu Qarabağ zəfəri həqiqətən çok büyük bir impuls verdi. İnanın. Yani bir təkandan başka bir söz tapamıyorsun. Türkiye Cumhuriyeti'nin varlığı, milli hərəkat için ne kadar olar deseler ki ya bu resmi televizyalar deyirəm də. Ama onun yanında onu da deyim. Resmi televizyonun yanında çatlı olarak qeyri-resmi televizyon var. Hamı CNN Türk değil ki. O kızın adı nedir getirir o Təbrizdə? Ət-Türkən, Fuliyyət, nedir? Belə işlər filanlar aparır. İnsanlar artık internet əsridir. Ona göre kesirler. İnternet de ona göre kesirler. Ve onların o milli şuurunun formalaşması arzu eylediğimiz seviyede değil ama 20 il, 30 evvelki seviyede de değil. Yeni o milli fəallar təbəqəsi yaranır. Pezeşkanla bağlı sənin dediklərinə razıyım Sahir Bey. Ne biz onun vəkiliyik ve onu müdafiə edəcək halımız yoktur ama Cəlilinin seçilməyindənsə bunun seçilməyi ve adam deyir ki, kameraya deyir, mən deyir uşaqlar balaca olanda evde onların farklı danışığını qadağan eləmiş. Kameraya deyir, özde İran'da deyir. İran dünyanın en qəddar anti-Türk devlettir. İnan bana. Çünkü orada gördük de, yaşadım ben 2 defa orada yaşamışam. Ve böyle bir vəziyyətdə, belə bir ortamda mən Türk'əm, Türklüyümlə qürur duyuram deyən adam Atam da Türk, çok anam da böyük bir Türk. iş görür. Əlavə edeyim bir cümle. 54. il idi də Heydər Bəbəyə salam. Bizim milletin aşağılık kompleksinden çıkmasında fevkalade büyük bir rol oldu. İndi de bu Pezeşkiyanın bak bu cür təbliğat aparması təxminən həmin bu təsirə beraber bir şey. Bizim xaricdeki dostlarımız bunu değerlendirə bilmir. Hamısı değil şüphesiz. Hamısı değil. Ve deyirlər ki bu adam lider olmaq istəyir. O günde dedik. Qoyun olsun da. Lider benim sənin alnına yazılır. Dünya tarafından Bir defa seni lider qəbul elədik, sonra zayını çıxartdın. Kaş ki elə lider olur. Kaş ki bütün kartlarını alsaydı. Ama yine de o qəddar anti-Türk rejimi şəraitində temkinli hərəkət eləsə, addım irəli getsə ve özünü qorusa bizim xeyrimizə. Eldəniz bəy, buyur sən nəsə sual. Bu iş aparmaq məsələsində bu mənim şəxsi fikrimcə ölkəbəyin vaxtında daha yaxşı intensiv iş aparılırdı. Nəinki indi. Bilirsiniz o İranda daim o dövlət televiziyasında tədqiqat gedir. Anti-Azərbaycan, düşmən, Türkiyə əleyhinə tədqiqat gedir.
dağılacaq falan Siyonist rejim. Ancaq bizdə təəssüf ki, dövlət televiziyasında özümüzdə həm görürük ki, ancaq kampaniya xarakteri. Müəyyən dövr. Az TV-dən tutmuş, dövlət televiziyaları hamısı. O birisi də özəlgəndə, özü hamısı dövlət televiziyası da bizdə adı özəldir. Kampaniya gedir. İrana qarşı, İranı yıxırlar, dağıdırlar. Hamısını edirlər. Rəsmi televiziyada hava qaldı. Yox. Ən çoxu neytral mövqedə. Yox, tənqid edən şeyə Rövşən olan sədri. Hə. O Rusiyanın əleyhinə danışdı. İndi İranın əleyhinə danışır. Yox. İranla münasibət gərginləşəndə, yəni bizim kampaniya xarakteri. Yumşanan kimi Anlaşıldı. artıq keçirlər neytral mövqeyə, ən yaxşı halda heç ümumiyyətlə danışmırlar. Bir də onu demək istəyirəm ki, o deyirsiniz ki, İran, Türkiyə 40 milyon haqqında danışmır. 2 dəfə paylaşmışıq biz. Orada onun deməyi elə əvvəlki ülkə ocaqlarının başqanı İstanbul görüşündə 2 dəfə Güney Azərbaycandakı Azərbaycan türklərin problemlərlə bağlı geniş çıxış videosu var. Onun danışmağı da elə şeydir, Baxçəlinin danışmağı bir şeydir. Yəni elə bir partiyanın sədri danışdı, ülkə ocaqlarının başqanı danışdı. O səviyyədə, yəni statuslu adamdır. O İranla bağlı, İrana qarşı Türklərin müdafiəsi ilə bağlı, oradakı onun problemlərlə bağlı çıxışlar edib. 2 dəfə TikTok'da da var, sonra bizim səhifədə də var. Tamam, sağ olun, təşəkkür. Xahiş edirəm. Çox da bir dənə çəkilişi də çox şey eləməyə, yerdən də hamı üzr istəyirəm. Deməli, mən nəyə çalışıram dostlar burada? İstəyirəm ki, biz elə istiqamətlərdən danışaq ki, yəni bir faydalı olsun da. Məsələn, tutaq ki, milli hərəkatdan nə gözləyir? Ona görə dedim ki, bir Nəsibə biraz o şey etsin. Milli hərəkat nə etməlidir, necə eləməlidir, mərhələ çatır. Çünki Nəsibə çox yaxından izləyən və o prosesdə olan, ünsiyyətdə olan adamdır. Onun da fikrini bilmək üçün. Bezişkən mövqelərimiz deyir, üst-üstə düşür, eyni cür düşünürük, çox yaxşı. Məsələn, bizim bu milli hərəkat, məsələn, bəzi, bir açıq deyək də, dedikodu, çəkişmələr, intriqalar həddindən artıq çoxdur. Həddən artıq çoxdur. Və bu da belə deyək də effektiv fəaliyyətə maneə törədir. Amma bütün bunlara baxmayaraq olanımız budur. Olanımız budur və gələcəyə doğru getməliyik. Və indi bir əlavəsi varsa Nəsibə bu məsələ ilə bağlı bir fikir varsa bildirsin, nələr arzulayır, nələr görmək istəyər, milli hərəkatı necə eləyək ki, daha sistemli olsun. İndi məsələn, dəfələrlə birliklər yaranır. Bu birlik yaratmaq birinci mərhələ üçün çox gözəl mesaj olur. Tutalım, bu insanlarda ümid yaradır. Və sonra çox qısa müddət keçmir. Bir də baxırsan bəyanatlar çıxdı, oldular düşmən. Bir gün qaldı, təzdən bir də 3 ay parakanda davam edir, təzdən bir də baxırsan birləşdir. Və beləliklə bunu izləyən adamlar, bunu sevən adamlar, biz qarşıq ki, görək Güneyli qardaşlarımız birləşir, sistemləşir, daha ciddi işlər görəcək falan. Gəlir elə yerdə bir də baxırsan, o onu satqın çıxardır, bu bunu satqın çıxardır. Yəni, burada elə şeylər də var, açıq danışmalıyıq. Yəni, bunun üstünə güya biz nəsə salmaqla bu hava kimi bunu eləyəcək. Bunun bir mənası da yoxdur, mənim fikrimcə. Açıq danışmaq lazımdır və hətta gərəkirsə, tədricən prosesi ona çevirmək lazımdır ki, bu milli hərəkatın içində intriqa salan, dağıdıcılıq salan adamları da açıq danışmağı, bir-birimizə açıq deməyi öyrənməliyik. Yəni, bu bir millət uduzur bu proseslərdə. Deməliyik, bu məsələn, kiməsə xoş gəlməyək, amma demək lazımdır. Bu şəkildə olmaz. Nə qədər birliklər olar, nə qədər filan olar. İnanırsan, ümid edirsən ki, nə gözəl bir birlik yarandı. Bir adım atılacaq, bir də 3 gün keçmir, bəyanat dalından bir-birini qırırlar. Olmadı ki, belə. Amma biz bunun bir yaxşı yollarını mütləq tapmalıyıq. Bunun Nəsibə, bu məsələ ilə bağlı nəsə bildirmək istəyir. Xaricdə olan, yəni İran İslam Respublikası sərhədlərinin xaricdə olan bu bizim dostlarımız məsələsindən bağlı bir cümlə deyim. Bu Rəsulzadə zamanında rəhmətlik deyirdi ki, hərəkat orada gedir, biz onların müməsilləriyik, biz onların nümayəndələriyik. Yəni,
o mübahisələr filanlar olurdu da Azərbaycan Milli Mərkəzində. Bəziləri deyirlər ki, Daxili İşlər Naziri oldu. Adamın adı neydi? Yox. Bir də var. Niyyətimi düşəcək. Yox, o özdə ağlayan, o parlamentdə ağlayıb. Şəfi bəy Rüstəmbəyli deyirdi ki, ora getmək lazım, oranı idarə eləmək lazımdır. Müzakirələr gedirdi. 20-ci illərdə Azərbaycanda silahlı, Quzey Azərbaycanda silahlı o çıxışlar filanlar olurdu. Rəsulzadə deyir ki, biz onların nümayəndələriyik, biz onlara əmr verə bilmərik. Bunu belə elə, ona elə filan. Çünki yerdə daha yaxşı görünür. Eyni şey, eyni prinsip məncə güneydəki və yaxud da ki, Güney Milli Hərəkatına da aid. Və əgər siz onun səsini çatdıra bilmirsinizsə, problem sizdədir. Əgər ona yardım eləyə bilmirsinizsə, problem sizdədir. İçəridə vəziyyət necə? Mənim düşüncəmə görə bu təşkilatlanma arzu olunan səviyyədə deyil və o da izah olunandır. O yolunu tapa bilmədilər. Məsələn, mən illərlə deyirdim ki, niyə olmasın yəni? Bax, bu ədəbi, bədii filan, o dərnəklər filanlar qururlar da. Vacib deyil ki, birdən partiya adı qəbul olunsun. Məsələn, bu Pezeşkan seçiləndən sonra bizim dostlardan bəziləri zəngilər dedilər ki, bir partiya qurmaq istəyir. Deyirəm, niyə partiyadan başlayırsınız? Bir dərnək qurun, ondan sonra böyüsün, neynəsin, niyə özünüzü hədəfə gətirirsiniz? Onsuz da bu elə bir rejimdir ki, qan içən bir rejimdir ki, hədəfə alıb sizi məhv eləyəcək də. Potensial çoxdur. O %40, indi %50 deyən də var, filan da var. %40 çox böyük bir rəqəm. Bu, mən ona Şiə tandemi deyirəm. O %40 ondan, %40 ondan, %80 edir. 80% İran dövlətinin varlığının birinci şərtidir. Yəni, nə qədər ki, Azərbaycan qopmayıb, bizim millət o qopmayıb bu zaten, Farsdan qopmayıb, o dövlət yaşayacaq. Azərbaycan ki, həqiqətən İranın gələcəyi Azərbaycandan aslında. Bunu söz gəlişi demir ki, pafos üçün demir ki. Amma bizim o millətin orada passivliyidir. Bizim o millətin orada arzu olunan səviyyədə təşkilatlanmamağıdır ki, İran dövləti ayaqdadır. Potensial dedik çoxdur, amma onu işə verəcək o ortam hələ yaranmıyor. Və bu hatta böhran da olanda demir ki, biz gözləyirik, siz gedin təşkilatdan ondan sonra irəli gedəcək. Yox, yenə də gəlir işarət mədarı məsələsinə. 79-cu il Xalqı Müsəlman Hərəkatı. Bu qədər böyük bir, nə deyək ona, coşku, bu qədər böyük bir enerji və sonra da söndü. Niyə söndü? Çünki onun altı doldurulmamışdı. Milli kimlik məsələsində aydınlıq yaranmamışdı. Milli ideologiya məsələsində aydınlıq yaranmıyor. Xaricdəkilər yadınıza gəlirdi, bir-birini qırırdı. İstiqlalçı, federalistlər hesablar, federalçı, bilmirəm o dil məsələsini filan. Qardaş, bunu sən həll eləmirsən ki, sən fikrini deyinlə əsaslandır, belə olsa daha yaxşı olar. Niyə ora əmr verirsən? Ki, belə hərəkət eləməlisiniz, filansınız. Bizim o müzakirələrin, mübahisələrin də arxasında duran bax, o fikir ayrılığı filan olur. Amma hər halda, bu da o gündə dedim, bir düstur. Bəlkə də yanlış bir şeydir. Rusiya zəiflədi, biz Qarabağ problemini həll etdik. Rusiya zəifləməsəydi, çətin olacaq. İran zəifləyəcək, Azərbaycan öz yolunu tapacaq, mən ona gözəl, ümidlə yanaşmağın tərəfdarıyam. Təşəkkür. Məhəmməd bəy Muxtarlı, çəkilişi dayandır görək Məhəmməd bəylə tanışsınız mı Nəsib bəy? Məhəmməd bəy, deyərsiniz çəkilişə bir şey qalmır. Bugünkü mövzumuz da çox maraqlı oldu. Nəsib bəyə təşəkkür edirik. Hər halda biz Bütöv Azərbaycan ocaqları olaraq inşallah hədəfimizə, o hədəfimizə də çatmağımıza çox az qalıbdır. Bununla bağlı belə tədbirlərin olması insanlarımızı aydınlaşdırır.
Və həm də özümüz də aydınlaşırıq. Yəni fikirdən fikir doğur və ziddiyyətli məsələlərə biraz da aydınlıq gətiririk. Əsas istəyimiz doğrudur, niyyətimiz doğrudur. Bizim üçün əsas hədəfimiz Azərbaycanımızın bütövlüyüdür. Kim dost və ya düşmən, fərqli baxışlar ola bilər. Ancaq hər halda hədəfimizə az qalıbdır. Mən düşünürəm ki, 1828-ci ildən 2028-ci ilə qədər ki, bu təxminən 2 əsrlik bir dövrdə biz o ağırları, acıları ilə yanaşı doğru tutduğumuz yollar da var. Həmişə hər şeyi qara görmək doğru deyildir. Hər şeydə bir müsbət tərəfi də görmək, pozitiv tərəfi də görmək lazımdır. Və bu 2 əsrdə də pozitiv tərəflərimiz var. Yəni 18-20-ci illərdə Cumhuriyyətimizin qurulması, sonraki dönəmlərdə hər halda Pəhləvilər rejimin dönəmində Pişəvəri hərəkatı və Azərbaycan Milli Hökumətimizin də varlığı, bir illik varlığı da müsbət bir addımdır. Sonra bizim müstəqilliyimizin Azərbaycanın quzeyində bərpa olunması və bir çox hadisələr göstərir ki, negativ tərəflər var, doğrudur. Ancaq bir şey hamımız aşağı yuxarı bilirik ki, bütün kütlədən, yəni ümumiyyətlə hər kəsdən hər şeyi gözləmək doğru deyildir və bu mümkün deyildir. Əsas hədəfi gerçəkləşdirən 5% olur. İstənilən toplumlarda 5% olur. O 3-5% yerdə qalanları öz arxasınca apara bilirsə, deməli bir dəyişikliklər olur. Yoxsa hər kəs eyni anda bir dəyişiklik getirməsini gözləmək heç bir tarixdə belə bir şey olmamışdır və olmayacaqdır. 3-5% təşkil etmək asan məsələ deyildir. Əsas məsələ məhz istənilən toplumda 3-5%-in hansı yol tutması və hansı hədəfi nə cür dəqiqləşdirməsidir. Mən də ümid edirəm ki, bu 3-5% hər halda biz 2 əsr bir qət etmişik və yaxın inşallah günlərdə və yəni çox uzaq olmayacaq bir zaman kəsiyində yenidən bu bölgədə Türkün yeni böyük bir dövlətində quracağıq. Mən buna əminəm. Biz Türkün dövlətini, yenidən böyük bir dövlətini bərpa edəcəyik. Ondan sonra baxarıq. Yəni indi arzular, istəklər çoxdur. Farslarla nə edəcəyik, Kürdlərlə nə edəcəyik, ermənilərlə, lazlarla və başqalarla. Əsas məqsədimiz nədir məncə? Yeni dövrdə yeni böyük bir Türk dövlətini bu bölgədə bərpa etməkdir. Yəni ən azından müəyyən Azərbaycan türklərinin tarixi ərazilərində yaşadığı dövlətimizi bərpa etməliyik və Azərbaycan Respublikasının da varlığı məhz bizim üçün doğrudan da böyük bir nemətdir. Və biz bunu bilirik ki, doğrudan da Tehran üçün də, rəsmi Tehran üçün də, rəsmi Moskva üçün də və başqaları üçün də Azərbaycanın varlığı, xüsusən də indiki bugünkü halda Tehran üçün Azərbaycanın varlığı doğrudan da ciddi bir təhdiddir. Niyə görə? Çünki biz məhz bugünkü Azərbaycan Respublikasının üzərindən bu böyük dövlətimizi quracaq. Belə də belə olubdur. Və mən buna inanıram və biz bu dövləti də quracağıq. Ona görə də bu yolda Nəsib müəllim kimi insanlarımızın, başqa bizi aydınlatan insanlarımızın bəzi məsələlərdə fərqli baxışlarımız ola bilər. Sözün açığı bu var. Mən onların üzərində dayanmaq istəmirəm. Bu da normal bir şeydir bəzi məsələlərə baxışda. Yəni biz belə görürük, belə. Əsas hədəfimiz tarixi Azərbaycan coğrafiyasında böyük dövlətimizi bərpa etməkdir. Azərbaycan Respublikasının varlığı böyük Azərbaycan Türk dövlətinin bərpası üçün çox ciddi bir zəmindir və biz inşallah o zəmin, o təməllər əsasında, yəni Məhəmməd Əmin Rəsulzadələrin, Seyid Cəfər Pişəvərlərin, Xiyabanilərin və başqa böyüklərin yanlışı və doğrusu ilə, mən yenə deyirəm, bu məsələləri çox da detala varmaq istəmirəm. O təməllər əsasında biz Cumhuriyyətimizin 20-ci ilin 27 apreldə bir hüsrana uğradıq. Ancaq 91-ci ildə bərpa etdik. 46-cı ildə yenə də bir dekabrında yenə də bir məğlubiyyət dadı Azərbaycan Milli Hökuməti. Ancaq o Azərbaycan Milli Hökuməti də inşallah öz varlığını bərpa edəcəkdir. Sağ olun, var olun. Təşəkkür ederim.
Hörmətli Zəkirullah müəllim də fikrini bildirsin, yekuna yaxınlaşırıq. Buyurun Zəkirullah bəy. Ben de bütün Azerbaycan ocakları adından, şəxsimiz adından Nəsibliyə teşekkür edirəm. Bugün çok mənə elə gəlir, çok əhəmiyyətli və məhsuldar bir görüş oldu. Regionda gedən proseslərə Nəsib bəy ətraflı bir baxış elədi, baxış sərgilədi və fikirlərini yekunlaşdırdı. Burada müxtəlif dostlarımız da çıxışlar edəcək. Mən deyilən fikirlərin çoxu ilə razıyam, amma bəzi məsələlərə də öz münasibətimi bildirmək istəyirəm. Burada bir şey oldu, Nəsib bəyin fikrini qüvvətləndirmək üçün deyirəm. Hətta Sepahla hökumət qüvvələri arasında bu günlərdə silahlı qarşıdurma deyilən bir şey başlayıb İran'da, bilmirəm Nəsib bəy eşitməyib. Yox, onu eşitmişəm. Dediler, dünya yasrağı gün paylaştılar ki silahlı qarşıdurma hətta gedir bəzi bölgelərdə. Yəni o Amerika'nın, İsrail'in istədiyi o varyant artıq gerçəkləşmək üzrədir. Mən də o fikirlə razıyam ki, quru əməliyyatı olmayacaq filan, amma İranın dağılması doğrudan da aylar, günlər məsələsidir. Yəni o Trump nə qədər vecsiz, nə bilim, dəli baş, dəli huy bir adam desələr də o Amerikanın öz xarici ağıllı siyasətini aparmaqla məşğuldur. İranın buraya başqa şəkildə dağılmasına gətirib çıxaran proseslər ardıcıl olaraq gedir və bu baş verəcək. Ən pisi, ən acınacaqlısı odur ki, mən də o fikirlə razıyam ki, biz dövlət olaraq, cəmiyyət olaraq doğrudan da bu məsələlərə tam hazır deyilik. Bugünkü söhbətimizdə Nəsib bəy də bunu vuruladı və gələcək olacaq görüşlərimizdə, söhbətlərimizdə daha çox bu məsələlər üzərində fokuslanmalıyıq. İstər Kuzey Azərbaycanda, istər Güney Azərbaycanın tərkibində olan o cəmiyyətlər, sosial fəallar filanlar, xüsusilə də Avropada yaşayan güneyli fəallarımız, güneyli soydaşlarımız o bir-birinin arasında olan müəyyən qarşıdurmalara, nifaqlara, fəsadlara son qoymalıdırlar. Yalnız bu məsələ üzərində fokuslanmalıyıq mənim fikrimcə. Bu vacib məsələdir və bütün Azərbaycanın, bütün Azərbaycan ideologiyasının, bütün Azərbaycan mexanizminin qarşısında duran ən böyük əngəldir. Yalnız bu məsələ üzərində fikrimizi yekunlaşdırmalıyıq, qətiləşdirməliyik. Bu qədər diqqətinizi Təşəkkür. Paşa bəy də fikrini bildirsin, yekunlaşaq. Başqa təkid nə söz istəyən yoxdur ki? Danışmayanlardan kimsə danışmaq istəyir. Mən Paşa bəy danışmaq. yaxşı işləyib bu. Mən də təşəkkürə qoşuluram. Nəsib bəy çox gözəl məzmunlu çıxış elədi. Bütün suallara ətraflı cavab verdi və bütün qaranlıq məsələlərə də toxunmağa çalışdı. Alındı da. Təşəkkürümü bildirirəm. Bir-iki məsələyə istəyirəm özüm burada səslənən məsələlərə öz münasibətimi də bildirib. Birincisi o Amerika və İran münasibətləri, müharibə, savaşın nəticələri ilə bağlı. Ona qısa münasibət bildirəcəm. Kimi deyir İran qalib gəldi, İran özü deyir daha doğrusu. O birlər deyir Amerika belə. Biz hamımız başa düşürük ki, İranın qalib gəlmək ehtimalı, yolu, üsulu, forması və formatı mümkün deyil. Yəni, mövcud deyil. İran heç bir halda qalib gələ bilməz. İstəyir tab gətirsin, axıra qədər dursun, dözsün, istəyir dözməsin. Bütün hallarda istər xarici, istər daxili proseslər İranın hər zaman əleyhinə olacaq. Çünki həm güclü qüvvələr nisbəti çox fərqlidir. Üstəlik İranın özünün daxilindəki quruluş struktur elədir ki, onun qələbəsi mümkün deyil də. Dayansa da indi bərpa eləmək lazımdır, tikmək lazımdır, düzəltmək lazımdır. O müharibədən daha böyük bir bəla gətirəcək ki, biz onu həyatımızda da görürük. Yəni Qarabağdakı olan o savaşın nəticələrindən bugün bərpa nəticələrini müqayisə edir, görürsünüz daha böyük ağır bir proses altına düşürlər cəmiyyət. Yəni o qələbəsi mümkün deyil. Amma eyni zamanda hesab edirəm ki, Amerikanın da o olmasın, siz demiş xırda müəyyən qazançlarının yanında, amma çox böyük bir məğlubiyyət görürəm Amerikanın da məğlubiyyətini. Əvvəla, və bu niyə əhəmiyyətlidir burada qeyd eləməyimiz? Sabah baş verəcək proseslər baxımından birincisi Amerikanın etibarı zədələndi, mən biləm. Güc. Siz tarixçi bilirsiniz, yəni bütün böyük nəhəng imperiyaların o məğlub edilməzlik
her şeye qadirlik, o mifologiyası ki sınır, o ilk sınma sonradan dayanmadan gedir. O etibar zədələndi Nəsib bəy. Amerika hər şeyə qadir bir dövlət, istənilən məsələni dərhal həll edə biləcək bir dövlət statusunu dedi. Və en başlıcası bugüne kadar Amerika'nın bütün əməliyyatlarında her zaman ittifakla gəlib Amerika. İngiltere, Fransa, bir 40 ölkəyle gəlib. Afganistan'a da, Irak'a da, her yere de. İlk dəfə idi ki Amerika burada təkləndi. Hatta en sadık bunun müttəfiqi İngiltere belə bu əməliyyatlarda onun yanında olmadı. Müdafiə eləmədi, dəstəkləmədi. Hatta onu ittiham elədilər ki, sən İsrail'in deməli, üyəni verib sən İsrail'in əlinə, İsrail səni hara istəyir darsır. Prosesdə onun əleyhinə gedir faktik olaraq. Birinci İspanya başladı, sonra başqaları bu işlərin yaxşı şahidi oldu. Bu həm beynəlxalq imaj baxımından, həm ölkənin etibarı baxımından. Əlbəttə ki, bu Amerikanın çöktürəcəyi, Amerikanı məhv edəcək bir şey deyil. Amma Amerikaya kifayət qədər ziyanlar vuran bir məsələdir. Bu münasibətini belə bildirim. Bundan sonraki proseslərdə biz Amerika və İsrailin hərəkətlərinin öz taleyimizi baxımından həddən artıq çox böyük həll edici olacağına inanmayaq məncə. Məncə mən oradan böyük bir şey gözləmirəm. Bu İrandakı və regiondakı proseslərinə təsir baxımından. Bu məsələnin bu tərəf. Açıq bir şey məni narahat edən məsələ var Nəsib bəy. Məhəmməd çıxış elədi, çox gözəl çıxış elədi. Gözəl sözlər dedi ki, siz bu millətə ideologiya verin. Mən o şuarı möhkəmləndirmək üçün, onun sözünü möhkəmləndirmək üçün deyirəm və o cümlədən Amerika hərəkatına əlaqələndirirəm. 47 ildir İslam Respublikasıda, 47 ildir embargo var, 47 ildir İran nefti Amerikanın əlindən çıxıb, 79'dan. Kesip Rusların əlinə, kesip Fransızların əlinə, İngilislərin orada müəyyən payı var, ama Amerikanın faktik olarak çıxarılıb regionda. Bugün bu qayıdır. 47 ildə en azı 47 dəfə obrazı deyirəm, regiona Amerikanın avia daşıyıcıları gəlib. Ay bu dəqiqə müharibə olacaq, sabah olacaq. Ay indi vururuq, sabah vururuq. Gərginlik pipətçə çatıb dəfələrlə. Danışıqlar gedib, orada danışılır, burada danışıqlar uzanır və heç vaxtda vurulmuyor. Niyə məhz indi vuruldu? 47 ildən sonra. Özü ittifaqsız gəldi, tək gəldi, hazırlıq olmadı, müdafiə olunmadı, NATO dalında durmadı, daimi müttəfiqləri dalında durmadı. Amma indi məhz bu gün özünü vurdu, bura ki gəlirəm. Bugün məhz bunu eləməliyəm, İsraillə əlbir bunu eləməliyəm. Bu suallarda mən özümə çox verirəm. Mən bunun ən əhəmiyyətli özümün gəldiyi nəticələrdən biri budur. Bəlkə biraz primitiv görünəcək olabilir. Olabilirsin biraz dünya siyasətinə, onun mürəkkəb nöqtələrinə zidd olacaq, uyğun gəlməyəcək. Amma mənə belə gəlir ki, İran neftini qaytarmaq, logistika, yollar falan, bunlar hamısı öz yerində. İranın öz təyinatından çıxdığını hiss edir Qərb və Amerika. İranın təyinatı anti-İslam və anti-Türk fəaliyyəti üçün bir plazdarımdır. Başqa bir şey yoxdur. İran tarixi boyu bəlkə də ilk dəfə idi ki, gərgin bir qarşıdurma nəticəsində prezident seçkiləri keçirildi. Türkçə danışılan, ailəmə fars dilində. Ailəmə fars dili evdə qadağan eləmişəm danışmaq cümləsi çox təhlükəli cümlədir İran üçün. İran daxilində yox. Evin içində dedi, uşaqlarıma və evlatlarıma fars dilində. Özüm də Türkçəm, xalam da, bibim də, əmin də, qızı və s. Yəni belə biraz indi boşam. Və sonra siz gördünüz, İran Mərkəzi Seçki Komitəsi bir xəritə dərc elədi. Səslərin xəritəsi. Pezeşkiyanın səsləri göy rəngdə idi, Cəlilinin qırmızı rəngdə idi. İkinci turdan sonra. O xəritə etnik xəritə idi bütövlükdə. Qırmızının içində hətta topa
harda biraz türk varsa, orada hər yerdə göy rəngi böyle sıçrayıp getmişdi. O dəhşətli bir xəritə. İran göyərdə də. İran göyərdi. O məhz türklük şuarı, türklük sözü altında hakimiyyətə gəlmək İran tarixində ilk dəfə olmuş. Məncə ona qədər ilk dəfə olmuş. Yəni əncümənlər, demokratiya, nə bilim, liberalizm falan olubdu, şiəlik olubdu, anti-şiəlik olubdu, nə bilim, İsmailiyyə və hər şey olmuş. Amma məhz türk, yəni etnik şuurlarında siyasi prosesin aparılması və bu adamın prezident seçilməsi ilk dəfədir. Və bu adam prezident seçiləndən sonra əslində Azərbaycanla Türkiyə ilə münasibətlər də dərhal dəyişdi axı. Erməninin dalında duran, o işğalı dəstəkləyən, daim bu Rusdan da çox kömək edən bir dövlətin başçısı, prezidenti həmin adam gəldi Şuşada çıxış elədi. Bu çox böyük bir siyasi dəyişikliklər idi. Mənə belə gəlir ki, məhz bu məcalda İranın bu dərəcədə üzərinə gəlinməsi İranın artıq transformasiya təhlükəsinin qarşısını almaq üçün həm də təbii başqa səbəblər də var. Nefti, filanı, aydındır. Logistikası, bunlar hamısı var. Amma eyni zamanda məhz Pezeşkanın seçilməsi, türklüyün aşağılıq kompleksinin aradan qalxma təhlükəsinin əmələ gəlməsi. Həm də bilirik, Pezeşkan elə durdu, dedi, filan ki, gəlməyib ki, hakimiyyətə. Pezeşkan hakimiyyətə gəlib bunu bacarıbsa deməli, Xamneyi də buna dəstək verir, Sepakinlərə də dəstək verir. Demək, böyük bir qüvvə, böyük bir hissə var ki, bu fikirdədir. Ən azı bu təhlükəni hiss elədilər və yəni yekunlaşdırıram. Ola bilər biz Azərbaycanın ayrılmasından, bölünməsindən, birləşməsindən, oradan bu ərazilərdən neçə oslandı. Bu mübahisələri biz niyə kimi aparırıq söhbətləri hər zaman? Ola bilər 100 ildə aparaq və nəticə verməz. Biz məsələnin daha doğru, daha düzgün yolunu məncə axtarıb tapmalıyıq ki, onu da məncə Məhəmmədin dediyidir. Milli şuur, milli təfəkkür, Azərbaycançılıq yox, türkçülük zəminində, Türk-İran ərazisində milli şuuru, təfəkkürü qaldırandan sonra, dövlət Azərbaycan eləmək, bölmək, nə eləmək, artıq o vəziyyət, situasiya, o insanların iradəsi bunun məsələni diktə eləyəcək. Mən, darıxmır bir dəqiqə, biz Azərbaycanlıyıq, olaq Azərbaycanlıyıq. Biz Türk'ük, orada Türk'ük. Həm region baxımından Azərbaycançılıq, həm Türk milliyyət baxımından birik hər şey. Amma biz fərqli tarixi situasiyada formalaşmışıq, geçmişik. Biz öz nöqteyi nəzərimizdən baxmalı deyilik olaraq. Biz onların içinə daxil olmalıyıq. Mən bunu bir ministerə misal çəkmişəm, sizin də istəyirəm bu məsələyə münasibətinizi, bəlkə imkan olsa 2 dəqiqəlik deyəsiniz mənim düşüncəm. Baxın, biz xristiyanlarla bir yerdə yaşadıq da, işğal olunandan sonra. Biz Rus idarəsi altında, həm Rus başqa millət, dil başqa dildir, xarici görünüş də başqadır, dil də başqadır. Biz bu şəraitdə yetişdik, yaşadıq. Bizim evimizdə usta gələndə erməni ustası, Rus ustası. Onu yemək qoyanda qabağındakı qabı sonra atırdılar zibilliyə ki, bu murdarlanır. Olmayanda da torpaqlayırdılar, salavatlayırdılar, təmizləyirdiler. Amerikanın etibarı zədələndi dediniz. Vallahi o məni heç narahat etmir. Heç vecmədir. F-35'i vurublar bir dənə dedilər, lap onunu vursunlar. Mənə dəxli yox. Mənim üçün, mənim dərdim bu İranın gələcəyidir, orada millətimin gələcəyidir və vətənimin gələcəyidir. Planlaşdırmada ola bilsin səhv eləyib, nə olsun Amerikada. Və bu ayın neçəsi idi? Fevralın 28'ində. Həqiqətən möcüzə oldu ya. Gəldi, təpədən vurdu, aradan götürdü və onlarda bir çat yarandı. Təbliğatda bir qeyri-reallıq yarandı. Məhv eləyəcək. 3-5 günə. Hətta dünya belə dedi ki, bir günə getdi, bir neçə saatı Venezuela'nı həll elədi mi? Öz maraqları baxımdan da. Burada da o cür olacaq. Amma uzandı. Məncə indi bir mərhələ həlli yoluna davam edir. Ola bilsin, böyük ehtimalla. Bir dəfə də vursunlar, çəkilsinlər və dediyim kimi millətlə üz-üzə vursunlar. Ola bilsin. Mən elə düşünürəm. Ya da
ya da arada bax çaldı salmıyor. Ne bu ne deyirlər ona? Bu bizim o cəbhəçilərin o sözü oldu. Bu Kürt meselesine dedi ki silah verdik. Bunlar da paylamadılar. Yani Amerika silah verecek. Etnik azlıkları ayağa kaldırmaya çalışacak. Ve bazı adamlar deyirlər ki Amerika, bak sizin sözünüzün davamı olarak deyirəm. Amerika burada bütün Azerbaycan istəyər mi? Amerika hiç becerilir. Azerbaycan nedir ki ya? Xırda məsələdir yəni. Amma əsas məsələ bu İranı ram etmək. Baxın, Şah dövründə Məhəmməd bəy bilir. O ki dedim, İranı əsrin sonunda 5-ci böyük qüdrətə çevirəcək planı. Neydi əsərinin adı? Yox. Vesuyu təməddünü bozur. Orada Şah özü biraz müstəqil hərəkət eləməyə başladı. Sovet İttifaqından filanla başladı oynamağa və iddialarını ortaya qoymağa. Böyük o pul kütləsi gəlir, altında boğuldu. Və səbəblərdən birisi, şübhəsiz. Mən demirəm ki, Amerika gəldi onu taxtdan saldı filan da, daxildə yetişmiş. İndi də təxminən ona oxşayır. İrandakı rejim nüvə silahının sahibi olmaq istəyir. Deyirsən ki, yaxşı, %60 bunu zənginləşdirməyin mənası nədir? Bir dinç məqsədlə istifadə edir. Dinç məqsədlə istifadə eləmək üçün 3.5 bəs edilir. 60% niyə vermirsən? Ayağını diriyib verin. Ayağını diriyib ki, verməyəcəm. Müştəbanın da son, bilmirəm, indi özü verib, ya Vəhidinin istəyidir. Bu bizim qırmızı xəttimizdir demək. Demək ki, 3-cü dalga gəlir. İdeologiya məsələlərlə bağlı, bu da ayrı bir mövzudur. Mənim düşüncəmə görə bizi qurtaracaq o ideologiya türkçülükdür. Azərbaycançılığa ziddimi deyil. Azərbaycançılıq türkçülüğün siyasi programıdır. Yəni, neyniyəcək? Biz İran tərkibində qalaq, Quzey Azərbaycandan birləşək, yoxsa orada muhtar bir kurum yaradaq. Azərbaycançılıq budur zaten. Amma o motor olmasa, Türk şuuru olmasa heç nə olmur. Və bizim buradakı problemlərimizin xeyli hissəsi də bundan törüyür. Deməli, Paşa bəy bir şeydir dedi. Bu da çox maraqlı bir məsələdir. Həqiqətən onun o qopması İran kültüründən, tamından belə deyək də, qopması çətin məsələdir. Şimali Azərbaycanda biz xristiyan dövlətində yaşayırıq. Özü də aqressiv bir xristiyan dövləti. Çar dövrü də elə idi, adını çəkməsələr belə o müsəlmanlara və türklərə qatı bir düşmənçilik siyasəti var idi Sovet dövründə də. Amma burada pambıqla baş kəsilir. Bir də ki, məzhəb məsələsi ki var, son 500 ildə bizi birləşdirən əsas məsələdir. O şeytan demi dediyim məsələ olur. Ermənilərin o təbii bizə milli şuur verir. Erməni bəyənmirik, eləmirik və haqqımız var. Çünki Rusun əlində bir maşa oldu da. Amma o fərqlilik bizə milli şuur gətirir. Fərqliydik. Hər şeyimizdən fərqliydik. Amma burada fərq var. Olan fərqi də biz ortaya qoya bilirik. Yəni, o təhsil sistemi dedi, təbliğat dedi, filan dedi. Türkiye'yi niyə düşmən bilirlər? Və niyə Pezeşkanı bəyənirik? Çünki adam heç nə eləməsə belə bu təbliğatı çox böyük bir rol oynadı. Və neyse, teşekkür ederim. Bu arada onu da mən deyim, sizin təşkilat çox faydalı iş görür. İdeologiya necə yaranır? Təpədəkilər heç eləmirlər. Azərbaycançılıq deyib dururlar. Nədir bu Azərbaycançılığın o canı?
Heç olmasa onu qoydu ortaya da biz ona düşmən deyilik ki. Çıx, Hə, şəkil. amma Ramiz Mehdiyev onu alt üst elədi. Türkçülüyə qarşı qoydu. Azərbaycançılığı da gözdən saldı. Amma bax bu cür təşkilatların o işinin nəticəsində milli ideologiya formalaşırdı. Mən təşəkkür edirəm. Həm fəaliyyətlərinizdən dolayı, həm də məni dəvət etdiniz. Sağ olun. Sağ olun. Hər birinizə bir daha təşəkkür edirəm, əziz dostlar. Mən də o düşüncədəyəm ki, uğurlu bir müzakirə apardıq. Çox yaxşı. Nəticəli oldu hər biriniz üçün. İnşallah davam eləyərik bundan sonra da. Hər birinizə uğurlar. Növbəti toplantımız yəqin ki, gələn həftənin 6-cı günü olacaq. Təşəkkürlər. Sağ olun. Sağ olun.